16-cı. Stepan yalnız Tomilindən Aksiniya haqqında pis xəbəri eşidəndən sonra başa düşdü ki, ürəyi qüssə və nifrətlə sıxılsa da, onunla pis ömür keçirsə də, köhnə könül yarasının yeri göynəsə də, Aksiniyanı istirablı və nifrətli bir məhəbbətlə sevir. Gecələr o şinelinə bürünərək arabanın içindən uzanır, əllərini alnına söykəyərək evə necə qayıdacağını, arvadının onu necə qarşılayacağını fikirləşir və hiss edirdi ki, sinəsində çırpınan ürək deyil, çapalayan bir zəhərli yekə böyədir. Uzananda xəyalında min cür cəza tədbiri düşünürdü. Ona elə gəlirdi ki, dişlərinin arasına iri dənəvər qumu dolmuşdur. Evə gəldikdə isə süsləşmişdi. Buna görə də Aksiniya azca tənbihlə yaxasını onun əlindən qurtara bilmişdi. O gündən Astaxovların evində elə bil gözə görünməz bir ölü özünə yer elədi. Aksiniya barmaqları üstə asta-asta yeriyir, pıçıltı ilə danışırdı. Lakin qorxudan kül kimi bozarmış gözlərində Qriqorinin saldığı yanğının kiçik bir közü güclə hiss ediləcək işıq saçırdı. Stepan diqqətlə onun üzünə baxanda bunu o qədər görmürdü ki, hiss edirdi. O əzab çəkirdi. Gecələr mətbəxdə, buxarı başında çibinlər vızıltısını kəsib yatışanda, Aksiniya dodaqları əsə-əsə ərinə yer salanda, Stepan qara, kələkötür əlini ağzına basıb onu döyürdü. Stepan Qriqori ilə əlaqələrini ondan utanmazcasına yerli yerində soruşurdu. Aksiniya dəri iyi verən daş kimi bərk çarpayıda çapalayır, çətinliklə nəfəs alırdı. Stepan onun bərkimiş xəmir kimi yumşaq bədəninə işgəncə verməkdən yorulanda, əlini onun üzündə gəzdirir, ağlayıb ağlamadığını bilmək istəyirdi. Lakin Aksiniyanın yanaqları hərarətli, qupquru idi. Stepan onun çənəsini barmaqları ilə gah sıxıb ağzını bağlayır, gah da aralayırdı. Deyəcəksən ya yox? Yox, öldürərəm. Öldür, sən Allah öldür. Öldür canım bir dəfəlik qutarsın. Bu yaşayış deyil. Stepan dişlərini qıcıdır, Aksiniyanın tərlədiyindən soyumuş sinəsinin zərif dərisini ovcu ilə çəngəliyib vururdu. Aksiniya dik atılır, zarıyırdı. Olmaya ağrıyır, deyə Stepan öz hərəkətindən həzz alırdı. Ağrıyır. Bəs elə bilirdin ki, mənim ürəyim ağrımır? Stepan gecədən xeyli keçəndən sonra yatırdı. Onun qaralmış, şişkin barmaqları yuxuda da yumulur, tərpənirdi. Aksiniya başını qaldırır, dirsəylənib ərinin yatdığı üçün dəyişmiş, yaraşıqlı olmuş üzünə tamaşa edirdi. Başını balışa çırparaq nə isə pıçıldayırdı. O, Qrişkanı demək olar ki, görmürdü. Bir dəfə təsadüfən Don sahilində ona rast gəlmişdi. Qriqori öküzləri çayda sulayıb, əlindəki qırmızı çubuğu yellədə-yellədə üzü yoxuşa qovur və ayağının altına baxırdı. Aksiniya da üzü aşağı ona tərəf gedirdi. Qriqorini görən kimi əlindəki çiyin ağacı buza döndü. Qan gicgahlarına vurdu. Yuxuda deyil, onu həqiqətən gördüyünə sonralar Aksiniya çox çətinliklə inanırdı. Qriqori Aksiniyanı yalnız qadın onun bərabərinə çatdıqda gördü. O, vedrələrin səsinə başını qaldırdı, qaşlarını oynatdı və axmaqcasına gülümsədi. Aksiniya ona deyil, onun başı üzərindən dalğalanan yamyaşıl dona, biraz da ondan uzaqda olan qumsal burunun döşünə baxırdı. Aksiniya qıpqırmızı qızardı, gözlərindən yaş axdı. Aksiniyacan! Aksiniya bir neçə addımda gedəndən sonra dayandı. Zərbə gözləyirmiş kimi başını yana əydi. Qriqori qamçını acıqla geridə qalmış ala öküzə ilişdirdi. Başını geri döndərmədən dedi. Stepan taxıl biçməyə nə vaxt gedəcəkdir? İndi, atları qoşur. Onu yola sal, Subasara, bizim günəbaxan əkinimizə get. Mən də ora gəlirəm. Aksiniya vedrələri cingildədə-cingildədə çaya endi. Çayın sahilində, dalğaların sapsarı qalın Krujevanı xatırladan ətəyində köpüklənən su ilan kimi fışıldayırdı. Balıq tutan ağ qağaylar çay üzərində qışqıraraq süzürdü. Xırda balıqlar gümüş kimi suyun üzərində atılıb düşürdülər. Çayın o tayında ağaran qumsal burunun arxasında külək əsir, zirvələri gümüşü qovaq ağacları əzəmət və qürurla yüksəlirdi. Aksiniya vedrəni doldurarkən əlindən saldı. Sol əli ilə tumanını qaldırıb dizinə kimi suya girdi. Su corablarını bağladığı yeri, qızarmış baldırlarını qıdıqladı. Stepan gələndən bəri Aksiniya ilk dəfə inamsızlıqla və yavaşca güldü. Dönüb Qrişkaya baxdı. Bayaqki kimi o yenə də mozalan qovalayan adam kimi əlindəki çubuğu yan yörəsinə çırpa-çırpa yoxuşa qalxırdı. Aksiniyanın gözləri yaşardı. O, dumanlı baxışları ilə Qrişkanın güclü, yerdə möhkəm duran ayaqlarına baxdı. Qrişka enli şalvarının balıqlarını ağ yun corabların içinə salmışdı. Şalvarının yanlarındakı zolaqlar qızarırdı. Dalında, kürəyinin altında kirli köynəyi təzəcə cırılmışdı.
Həmin yerdə çılpaq qaraşın bədəni sarı üçbucağa bənzəyirdi. Aksiniya bir zamanlar onun olan bu sevimli bədənin görünən kiçicik yerini gözləri ilə xəyalən öpür, gözünün yaşı gülümsünən solğun dodaqlarının üstünə süzülürdü. Aksiniya dolu vedrələri qaldırdı, qumun üstünə qoydu. Ağacın ucundakı dəmir qarmaqları vedrələrin qulpuna keçirəndə gördü ki, yerdə Qrişanın quşburun çarıqlarının izi qalmışdır. O, oğrun-oğrun ətrafa göz gəzdirdi. Heç kəs yox idi. Yalnız xeyli uzaqdakı körpüdə uşaqlar çimişirdilər. Dizi üstə oturdu. İzin üstünü əli ilə sığalladı. Sonra ağacı çiyninə qaldırdı. Öz əməlinə gülümsünərək tələsik evə yollandı. Günəş zərif cunaya oxşayan dumanlar arasında süzür, xutor üzərində yüksəlirdi. Uzaqda, qıvrım ağ buludların altında sərin göy otaqlar işıldayırdı. Xutor, qızmış dəmir taxtapuşdu evlər, kimsəsiz tozlu küçələr, quraqlıqdan otu saralmış, qarsalanmış həyətlər elə bürkü idi ki, adam boğulurdu. Aksiniya vedrələrin suyunu istidən cadar-cadar olmuş torpağın üstünə sıçrada-sıçrada, yırğalana-yırğalana artırmaya yaxınlaşdı. Başına yekə, günlüyü enli həsir şilyapa qoymuş Stepan atları taxıl biçən maşına qoşurdu. O, boynuna xamut keçirilmiş mürgüləyən madyanın qayışını bərkidə-bərkidə Aksiniyaya baxdı. Çəlləyə su tök. Aksiniya bir vedrəni çəlləyə boşaltdı. Bu zaman pərçimlənmiş dəmir çəmbər əllərini yandırdı. Aksiniya ərinin tərdən islanmış kürəyinə baxıb dedi. Kaş buz olaydı, yoxsa su qızışacaqdır. Get Melexovlardan al. Lakin birdən xatırlayıb qışqırdı. Getmə. Aksiniya taybatay açıq qalmış bala qapını örtməyə getdi. Stepan gözlərini yerə dikdi, qamçını qapdı. Hara gedirsən? Bala qapını örtməyə. Geri qayıt alçaq. Sənə deyildi ki, getmə. Aksiniya tez artırmaya qayıtdı. Çiyin ağacını yerindən asmaq istədi, amma əlləri əsdi. Çiyin ağacı pilləkənlərdən aşağı diyirləndi. Stepan brezent plaşını arabanın qabaq oturacağı üstə tulladı. Yerini rahatlayıb cilovu əlində dəstələdi. Darvazanı aç. Aksiniya darvazanı açdıqdan sonra cürətlənib soruşdu. Nə vaxt gələcəksən? Axşamüstü, danışmışam. Anikuşka ilə birlikdə biçəcəyik. Ona yemək yapar. Dəmirçixanadan çıxan kimi zəmilərə gedəcək. Taxıl biçən maşının xırda təkərləri cırhacırla, yumşaq boz torpağın içi ilə diyirlənə-diyirlənə darvazadan çıxdı. Aksiniya evə gəldi. Əllərini ürəyinin üstə qoydu. Biraz dayandı, yaylığını başına salıb dona tərəf yüyürdü. Ağlına bir şey gəldi. Birdən Stepan geri qayıtdı. Onda necə olar? O dayandı. Dərin uçurumun kənarında durmuş adam kimi dala baxdı və birdən az qala qaça-qaça çayın kənarı ilə su basara getdi. Bu da çəpərlər, dirriklər, düz günəşə baxan, sap-sarı günə baxan tarlası, çiçəkləri solğun yaşıl kartof şaxələri. Budur, Şamil qardaşlarının arvadları. Gec də olsa kartof əkininin alağını vururlar. Əyinlərində çəhrayı köynək olan bu arvadlar bellərinə əymişlər. Toxanı azca qaldırır, boz dirrik torpağa endirirlər. Aksiniya nəfəsini dərmədən getdi, Melexovların dirriyinə çatdı. Dönüb geriyə baxdı. Halqaya keçirilmiş balaca ağac mıxçanı çıxartdı. Dirriyin qapısını açdı. Tapdanmış cığırla gedib, yaşıl saplaqları hündür günə baxan tarlasına çatdı. Əylə-əylə əkinin sıx yerinə gəldi. Üzü sap-sarı günə baxan çiçəyi tozuna bulandı. Tumanını dəstələdi, sarmaşıq basmış bir yerdə oturdu. Diqqətlə qulaq asdı. Ətrafı tam sükut bürümüşdü. Başının üstündə çöl arısı vızıldayırdı. İçi boş, üstü narın yumuşaq tikancıqlar dolu günə baxan saplaqları sakitcə torpağın şirəsini soğururdu. Qrişkanın gəlib gəlməyəcəyi nigarançılığı ilə əzab çəkə-çəkə yarım saata qədər oturdu. Artıq getmək niyyəti ilə ayağa qalxıb saçlarını yaylığının altında sahmanlamışdı ki, bu anda qapı cırıltı ilə açıldı. Addım səsləri eşidildi. Aksiniyacan, bura gəl. Aha, gəlmisən. Qriqori yarpaqları xışıldada-xışıldada gəldi. Aksiniya ilə yanaşı oturdu. Yanağın niyə bulanmışdır? Aksiniya üzünə bulaşmış sarı, ətirli tozu köynəyinin qolu ilə silib, sifətinin hər tərəfinə yaxdı. Deyəsən günə baxan çiçəyinin tozudur. Burada da var, gözünün altında. Aksiniya sildi. Göz-gözə gəldilər. O, Qrişkanın gözlərindəki gizli suala cavab olaraq ağladı. Daha səbrim tükənmişdir. Mən məhv oldum, Qrişa. Sənə nə eləyir ki? Aksiniya qəzəblə koftasının yaxasını dartıb açdı. Onun qız döşü kimi çəhrayı və bərk məmələri tamam qançırlanmış, gömgöy olmuşdu. Bilmirsən nə eləyir? Hər gün döyür, qanımı içir. Sən də yaxşısan. İt kimi işini gördün, yaxanı qırağa çəkdin.
Hamınız. O, barmaqları əsə-əsə koftasının basma düymələrini bağladı və üzünü kənara çevirmiş Qriqoriyə təşvişlə baxdı. Görəsən incimədi. Qriqori ot saplağını çeynəyə-çeynəyə sözləri uzada-uzada dedi. Təqsirkar axtarırsan? Onun səsi o qədər sakit çıxdı ki, Aksiniya odlandı. O çığırdı. Yoxsa sən elə bilirsən ki, təqsirkar deyilsən? İnək göz eləməsə buğa tullanmaz. Aksiniya üzünü əlləri ilə örtdü. Möhkəm və yerində endirilmiş şapalaqdan incikliyi dərhal yox oldu. Qriqori üz-gözünü turşudub ona yan-yanı baxdı. Aksiniyanın şəhadət barmağı ilə orta barmağı arasından bir damla göz yaşı axdı. Günəbaxan bitkiləri arasında tozlanmış günəşin qıyqacı şüası şəffaf göz yaşı damlasını işıqlandırır, dəri üstə buraxdığı izi qurudurdu. Qriqorinin göz yaşından xoşu gəlmirdi. O narahat-narahat yerində qurdalandı, mixəyi rəngli qarışqanı qəzəblə şalvarının balağından çırpdı və yenə Aksiniyaya ötəri nəzər saldı. Qadın hələ də bayaqki kimi oturmuşdu. Yalnız əlinin dal tərəfində indi bir deyil, 3 damla göz yaşı sürətlə aşağı diyirləndi. Nə hay-haray salmısan? Xətrinə dəydi? Aksiniyacan, bəsdir, ağlama. Dayan, sənə sözüm var. Aksiniya əlini islanmış üzündən çəkdi. Mən səninlə məsləhətləşməyə gəlmişəm. Bəs sən mənimlə niyə elə danışırsan? Mənim günüm onsuz da qaradır. Sən də bir yandan. Yıxılana balta vurdun, deyə Qriqori düşündü və xəcalətindən qızardı. Aksiniyacan, bir sarsaq söz idi, ağzıma gəldi dedim. Hə, incimə. Mən zorla özümü sevdirmək üçün gəlməmişəm. Qorxma. Bu anda Aksiniya özü də bilirdi ki, özünü zorla Qriqoriyə sevdirmək üçün gəlməmişdir. Lakin çayın sahili boyunca qaça-qaça bura gələndə özü də aydın təsəvvür etmədən fikirləşirdi. Onu evlənmək niyyətindən daşındıracağam. Qoy evlənməsin. Bəs mən həyatımı kiminlə bağlaram? Bu zaman Stepanı xatırlamış və cəld başını silkələyib irəliləmiş, ağlına gələn bu yersiz fikri qovmuşdu. Deməli bizim məhəbbətimiz qurtardı? Deyə Qriqori soruşdu və qarnı üstə uzanıb dirsəkləndi. Danışarkən çeynədiyi çəhrayı sarmaşıq çiçəyini yerə tüpürdü. Aksiniya qorxuya düşdü. Necə yəni qurtardı? O, Qriqorinin gözlərinin içinə baxmağa çalışaraq sualını təkrar etdi. Heç elə şey olarmı? Qriqori göyümtül dombalan gözlərini oynatdı. Üzünü kənara çevirdi. Qurumuş, yorulmuş torpaqdan toz və isti qalxırdı. Yel əsir, yaşıl günə baxan yarpaqlarını çevirir və xışıldadırdı. Günəşin üzü bir dəqiqəliyə tutuldu. Bir bulud parçası onun qabağını kəsdi. Çölü, xutoru, Aksiniyanın aşağı sallanmış başını, sarmaşıq çiçəyinin çəhrayı kasacığını zəif kölgə bürüdü və çəkilib getdi. Qriqori köksünü ötürdü. Ahı xırıltılı çıxdı. Arxası üstə çevrildi, kürəyini isti torpağa söykədi. O, kəlmə-kəlmə danışaraq dedi. Bilirsənmi nə var Aksiniya? Belə işdən mənim qanım qaralır. Elə bil ki, çəkib ürəyimi çıxardırlar. Mən bu fikirdəyəm ki, dirliyin yanından bir araba cırıldaya-cırıldaya keçdi. Hoha, təpəl, aho, aho! Arabaçının lap yaxından səsləndiyini güman edib, Aksiniya üzü qoylu yerə sərildi. Qriqori başını azca qaldırıb pıçıldadı. Yaylığını başından aç, ağarır, görən olar. Aksiniya yaylığını başından açdı. Günəbaxan saplaqları arasında gəzişən isti külək, boynuna sallanmış xurmayı qıvrım saçlarını oynatdı. Uzaqlaşan arabanın cırıltısı getdikcə yavaşıyırdı. Mən bu fikirdəyəm ki, deyə Qriqori sözə başladı və ciddiləşdi. Olan olub, keçən keçib. İndi daha müqəssir axtarmağın nə mənası var? Biz elə eləməliyik ki, bundan sonra da yaşaya bilək. Aksiniya ona ehtiyatla qulaq asır, sözünün axırını gözləyir, qarışqanın əlindən aldığı bir çöpü sındırırdı. O, Qriqorinin üzünə baxdı. Gözlərindəki quru və təşviş andıran parıltını sezdi. Mən bu fikirdəyəm ki, gəl bu işə son qoyaq. Aksiniyanın başı gicəlləndi. Qıc olmuş barmaqları ilə möhkəm saplaqlı sarmaşıqdan yapışdı. Tövşüyə-tövşüyə sözünün axırını gözlədi. Dəhşət və intizar atəşi onun üzünü acgözlüklə yalayır, tüpürcəyini qurudurdu. Ona elə gəlirdi ki, indicə Qriqori deyəcək. Gəl bu Stepanı aradan qaldıraq. Lakin Qriqori peşmançılıqla qurumuş dodaqlarını yalayıb dedi. Bu əhvalata qələm çəkək. Yaxşımı? Aksiniya ayağa qalxdı. Döşü günəbaxanların sallanmış başlarına toxuna-toxuna dirliyin qapısına tərəf getdi. Aksiniya! Deyib Qriqori onu boğuq səslə çağırdı. Bunun cavabında qapı üzüntü ilə cırıldadı. 17. Çovdarı daşıyıb xırmana yığmamış buğda biçini çatdı.
Gilli torpaqlarda, təpəciklərdə sümbüllərin yarpaqcıqları saralıb büzüşür, öz işini görmüş saplaqlar quruyurdu. Adamlar məhsulu tərifləyib deyirdilər ki, çox yaxşıdır. Sümbüllər dolu, dənləri iri və ağırdı. Panteley Prokofyeviç İliniçin ilə məsləhətləşdikdən sonra belə qərara gəldi ki, Korşunovların qızını adaxlasalar, toyu axırıncı Spasa kimi təxirə salmalıdır. Spas Həzrəti İsa'nın xilası şərəfinə bayramdır. İldə 3 dəfə əsas etibarı ilə yayda olur. Cavab almağa hələ getməmişdilər. Bir yandan biçim vaxtı gəldi, bir yandan da bayram yaxınlaşdı. Taxılı biçməyə cümə günü getdilər. Taxıl biçən maşına 3 at qoşdular. Panteley Prokofyeviç taxıl daşıyanda arabanın yanlarına bağlamaq üçün bir neçə paya yonub yan taxtaları sazladı. Biçinə Petro ilə Qriqori getdi. Qriqori qardaşının əyləşdiyi arabanın qabaq oturacağından tutaraq qaşqabaqlı yeriyirdi. Dişlərini qıcadıqca alt çənəsindən yanaqlarına doğru çəpəki titrəyən şişlər uzanırdı. Petro qardaşına yaxşı bələd idi. Bu açıq aydın onu göstərirdi ki, Qriqori acığından zəncir çeynəyir və ondan hər cür xəta baş verə bilər. Ancaq Petro sarı bığları arasından gülə-gülə yenə də əl çəkmir, onu cırnadırdı. Allah haqqı elə deyirdi. Qriqori bığının tükünü dişləyə-dişləyə donquldadı. Cəhənnəmə ki deyirdi. Dirlikdən gəlirdim, deyirdi. Gördüm ki, Melexovların dirliyindən danışıq səsi gəlir. Petro, boşla. Hə, danışıq səsi. Mən də, dedi, əyildim çəpərin arasından dirliyə baxdım. Qriqori tez-tez kirpi çaldı. Məndən əl çəkəcəksən ya yox? Nə qəribə adamsan, qoysana sözümü deyib qutarım. Bax ha, Petro, dalaşarıq, deyib Qriqori onu hədələdi. Geri qaldı. Petro qaş gözünü oynadaraq dalı atlara, üzü arabanın ardınca gələn Qriqoriyə tərəf oturdu. Mən, dedi, əyilib çəpərin arasından dirliyə baxanda gördüm, aşnalarım budur ha, yerə uzanıb qucaqlaşıblar. Kim deyə soruşdum. O dedi, Aksyutka Astaxova ilə sənin qardaşın. Mən ona dedim, Qriqori taxıl biçən maşının dal tərəfində qoyulmuş gödək yabanın sapından yapışdı. Petronun üstünə cumdu. Petro cilovu tulladı, yerə tullandı. Cəld özünü atların qabağına verdi və dedi. Tufu, səni lənətə gələsən, quduz olmusan. Tufu, bir buna baxın. Qriqori canavar kimi dişlərini ağartıb, yabanı Petroya vızıldatdı. Petro əlləri üstə yerə yatdı. Yaba onun üstündən ötdü. Millərinin ucu yerə sancıldı. Bir verşok qədər daşlı kəsəkli torpağa girib cingildədi. Yırğalana qaldı. Üzü qaralmış Petro qışqırıqdan hürkmüş atları cilovlayıb, saxlayır, qardaşını söyürdü. Ay it oğlu, məni öldürə bilərdin. Öldürərdim də. Sən lap axmaqsan, quduz şeytan, dədəm tərəfə çəkmisən, əsl cinli çərkəssən. Qriqori əyildi, torpağa sancılmış yabanı dartıb çıxartdı. Yerindən tərpənib irəliləyən taxıl biçən maşının dalınca getdi. Petro barmağı ilə onu yanına çağırdı. Yanıma gəl, o yabanı mənə ver. Cilovu sol əlinə keçirdib, sağ əli ilə yabanın işıldayan milindən yapışdı. Yabanın sapını qəflətən Qriqorinin belinə ilişdirdi. Zərbədən kənara sıçramış Qriqoriyə baxdı, təəssüflə dedi. Hayıf, gərək var qüvvəmlə ilişdirəydim. Bir dəqiqədən sonra hər ikisi papiros yandıra-yandıra bir-birinin gözünün içinə baxdı. Qəhqəhə çəkib güldü. Qriqorinin yabanı öz qardaşına vızıldatdığını başqa yolla yüklü araba üstə gedən Xristonyanın arvadı gördü. O, arabada ayaq üstə qalxdı, o tərəfə baxdı. Amma Melexovların nədən ötürü dalaşdıqlarını, orada nələr baş verdiyini seçə bilmədi. Çünki atlar və taxıl biçən maşın onların qabağını kəsmişdi. O, xutora girər-girməz qonşu qadını səslədi. Klimovna, qaç o türk Panteleyə xəbər elə ki, uşaqları Tatarsk kurqanı yaxınlığında yaba ilə bir-birinin qarnına deşik-deşik elədilər. Yamanca tutaşdılar. Krişka, axı o Dəlisov və cinlidir. Yabanı Petronun böyrünə elə soxdu ki, daha nə deyim, Petro da macal tapdı, Qriqorini yabaladı. Orada qan sel kimi axır. Yorğun atlara təpinməkdən Petronun səsi batmışdı. O atları indi ucadan fitləyə-fitləyə sürürdü. Qriqori tozdan qapqara olmuş ayağını arabanın tirinə dirəyir, maşının valları üstə dolmuş torpağı ovub yerə tökürdü. Milçəklərin əldən saldıqları atlar quyruqlarını bulayır, arabanı çox həvəssiz çəkirdilər. Üfüqün mavi ətəklərinədək çölün hər tərəfində adamlar qaynaşırdı. Taxıl biçən maşınlar şaraqqa-şaraqla işləyir, bıçaqları çaqqıldayır, zəmilərin biçilmiş taxılı yerə sərilirdi. Dağ siçanları təpələrdə heyfit çalır, sürücüləri cırnadırdılar. Petro geriyə çevrildi. Maşının pərlərinin vıyıltısını, bıçaqların çaqqıltısını batıraraq qışqırdı. 2 dönəmdə biçək, sonra papiros çəkək. Qriqori yalnız başı ilə razı olduğunu bildirdi.
Qurumuş, çatlamış dodaqlarını aralamaq onun üçün çətin idi. O, ağır taxıl qalağını qaldırıb asanlıqla qırağa tullaya bilsin deyə, yaba sapının aşağısından yapışır, kəsik-kəsik nəfəs alırdı. Tərdən islanmış sinəsi gicişirdi. Şilyapası altından acı tər süzülürdü. Bir damcısı gözünə girəndə sabun kimi yandırırdı. Atları dayandırdılar, su içdilər, papiros yandırdılar. Petro əlini gözünün üstünə qoydu. Yola baxıb dedi. Yol ilə bir atlı çaparaq gəlir. Qriqori yola diqqətlə baxdı. Təəccüblə qaşlarını dartdı. Bu ki dədəmdir. Lap səfihləmisən. Atlarımızın ikisi də maşına qoşulmuşdur. Dədəm nəyi minib gələ bilər? Odur. Çaşmısan Qrişka. Allah haqqı odur. Bir dəqiqədən sonra yolda çaparaq gələn at da, onun belindəki atlı da aydınca göründü. Petro qorxu qarışıq heyrətlə ayaqlarını yerindəcə götürüb qoya-qoya dedi. Dədəmdir. Yəqin evdə bir şey olub, deyə Qriqori hər ikisinin fikrini ifadə elədi. Panteley Prokofyeviç hələ onlara çatmağa 100 qarşın qalmış cilovu çəkdi. Xırda löhrəm yerişlə atı onlara tərəf sürdü. O hələ uzaqdan bağırır, qayış qamçını başı üzərində yellədirdi. İkinizi də ölüncə qamçılayacağam, köppək uşaqları! Petro sarı bığının yarısını ağzına təpərək tamam heyrətlə dedi. Bu niyə belə eləyir? Qriqori gülə-gülə dedi. Qaç, maşının dalında gizlən. Yoxsa Allah haqqı qamçının altına salacaq. Biz mətləbi aydınlaşdırana kimi aşımızın suyunu verəcək. Özü də hər ehtimala qarşı maşının bu biri tərəfinə adladı. Tərləmiş, yançaqları köpüklənmiş at biçilmiş zəmi ilə yorta-yorta gəlirdi. Ayaqları sallanan Panteley Prokofyeviç qamçını havada yellədə-yellədə bağırırdı. Siz burada nə oyun çıxartmısınız, ay şeytan uşaqları? Petro əllərini geniş açdı və qorxa-qorxa qamçıya baxdı. Taxıl biçirik. Kim kimin qarnına yaba soxmuşdur? Nə üstə dalaşmısınız? Qriqori dalını dədəsi tərəfə çevirdi. Gülməmək üçün göydəki parça-parça buludları pıçıltı ilə saymağa başladı. Petro kirpi çala-çala ayağının birini götürüb o birisini qoya-qoya altdan yuxarı atasına baxdı. A kişi, nə danışırsan? Yaba nədir? Dalaşan kimdir? Necə nə danışırsan? İndicə o anası vayına oturmuş qaça-qaça gəlib haray saldı ki, sizin uşaqlar yabalaşmışlar. Hə? Bəs bu necə işdir? Deyib Panteley Prokofyeviç dəli kimi başını silkələdi, cilovu kənara atdı, tövşiyə-tövşiyə atın belindən sıçrayıb düşdü. Mən Fetka Siyomişkinin atını alıb çaparaq bura sürdüm. Hə? Axı bunu kim dedi? Arvad. Yalan deyir dədə, yəqin köpək qızı arabada yatıbmış yuxuda görüb. Panteley Prokofyeviç səfeylik etdiyini başa düşdü, özünü maskaraya qoyaraq çığırdı. Arvad, o Yava Klimovna, aman Allah, o qancığı qamçının altına salıb döyəcəyəm. O sol, axsaq qıçına dirənərək sağ ayağı ilə yeri döyəclədi. İçin-için gülməkdən bədəni əsən Qriqori ayaqlar altına baxırdı. Petro tərləmiş başını sığallayır, gözlərini atasının üzündən çəkmirdi. Panteley Prokofyeviç biraz da taray saldı, sakitləşdi. Taxıl biçən maşına mindi, 2 dönəm yerin taxılını biçdi, sonra kimi isə söyə-söyə atılandı. Yola çıxdı, taxıl aparan 2 arabanı ötdü, atı toz duman arasında xutora çapdı. O getdi. Amma sıx hörülmüş qəşəng qotazlı qamçısı şırımın içində qaldı. Petro qamçını əlində fırlatdı, başını buladı, Qrişkanın yanına gəldi. Bununla oğlan aşımızın suyunu verəcəkdi. Məyər bu qamçıdır? Bu qardaş qamçı deyil, toppuzdur. Bununla adamın başını bədənindən üzmək olar. 18-ci. Korşunovlar Tatarsk xutorunda birinci varlı sayılırdılar. Onların 14 cüt öküzü, bir ilxılıq atı, Provalk zavodundan gətirilmiş cins madyanları, 15 dənə inəyi, çoxlu qaramalı, bir neçə 100 qoyunu var idi. Bunlar olmasa da kişinin var-dövləti az deyildi. Damına dəmir çəkilmiş tirli dirəkli 6 otaqlı mülkü Moxovun mülkündən pis deyildi. Həyətdəki xırda tikintilərin hamısının damına təpdəzə və bəzəkli kiremit döşənmişdi. Çayır çəməni ilə birlikdə bir desyatin yarıma yaxın bağı var idi. Adıma bundan artıq nə lazımdı? Panteley Prokofyeviç məhz buna görə də ora ilk dəfə elçiliyə qorxa-qorxa könülsüz gedirdi. Korşunov qızı üçün Qriqoridən artıq və yaxşı adaxlı tapa bilərdi. Panteley Prokofyeviç bunu anlayır və sözünün yerə salınacağından qorxurdu. İnadcıl Korşunova baş əymək istəmirdi. Lakin dəmiri pas çürüdən kimi ilin içinada onun zəhləsini o qədər tökdü ki, axırda Panteley Prokofyeviçin inadını qırdı. Kişi razılıq verdi və ürəyində Qrişkaya da, ilin içinaya da, işıqlı dünyaya da lənət yağdıra-yağdıra yola düşdü. Korşunovların evinə ikinci dəfə cavab almaq üçün getməli idilər.
Onlar bazar gününü gözləyirdilər. Korşunovların yaşıl damlı evində bu vaxt xəlvəti daxili mübarizə gedirdi. Elçilər çıxıb gedəndən sonra qız anasının sualına cavab verib dedi: "Qrişka mənim xoşuma gəlir. Mən ondan başqa heç kəsə ərə getməyəcəm." Atası onu qandıraraq dedi: "Yaman adaxlı tapmısan, axmaq. Yaxşı cəhəti budur ki, qaraçı kimi qapqaradır. Mənim qəşəng qızım, heç bilirsən sənin üçün necə adaxlı taparam?" Natalya qızara-qızara və ağlaya-ağlaya dedi: "Dədəcan, mənə başqası lazım deyil. Heç kəsə ərə getmərəm. Qoy heç elçi düşməsinlər. Buna razı deyilsinizsə, onda məni lap Ust Medveditsa monastırına aparın." Atası son dəlili irəli sürüb dedi: "Əxlaqsızdır, arvadbazdır. Daim gəzəyən arvadlarla kef çəkir. Bütün xut orada məşhurdur. Eyb yoxdur, qoy elə olsun. Səninki vecinə deyil, mənim dünəndən heç vecimə deyil. İndiki belədir, get, canın cəhənnəmə." Böyük qızı Natalya atasının əziz xələfi idi. Buna görə də adaxlı seçməkdə atası onu sıxışdırmırdı. Qıza hələ keçən pəhrizdən sonra xeyli uzaqdan, Tsutkana çayı tərəfdən varlı dövlətli, nəcabətli kazaklardan elçi gəlmişdi. Xoper və Çir tərəflərdən də gələnlər olmuşdu. Lakin oğlanlar Natalyanın xoşuna gəlməmişdi. Elçilər üçün düzəldilən qonaqlıqlar, çəkilən xərclər hədərə getmişdi. Qrişkanın bir kazak igidi olması, təsərrüfata və işə məhəbbəti qəlbən Miron Qriqoryeviçə xoş gəlirdi. Xeyli vaxt bundan əvvəl Cıdırda Qrişka at oynatmaqda birinci mükafatı alanda Miron Qriqoryeviç onu xutordakı başqa cavanlardan ayırmışdı. Bununla belə qızını kasıb, bədəməli dillərə dastan olmuş bir oğlana vermək ona ağır gəlirdi. Gecələr arvadı onun çil-çil, sarı cod tüklü qolunu sığallayıb pıçıldayırdı. İşlək oğlandı, sirsifətdən də göyçəkdi. Natalyaya gəldikdə isə Qriqoriç, onun dərdindən əriyib çöpə dönmüşdür. Yamanca ürəyinə yatmışdır. Miron Qriqoryeviç dalını arvadının sümükləri çıxmış sinəsi tərəfə çevirib acıqlı-acıqlı donquldanırdı. "Yaxamdan əl çək, apıtırğan. Qızını lap apar bir Səfey Paşaya ver, mənə nə? Görürəm Allah ağıl paylayanda sənə pay çatmayıb. Sir-sifətdən də göyçəkdir," deyib o arvadını yamsılayırdı. "Onun sir-sifətindən su içəcəksən? Su içib içməməyin mətləbə dəxli yoxdur. Mətləb aydındır. Onun şəxsiyyəti sənin nəyinə gərəkdir? Abırlı bir adam olsaydı dərd yarı idi. Türkə qız vermək, doğrusunu desəm mənim üçün bədnamlıqdır. Əməlli başlı adam deyirlər canım," deyib Miron Qriqoryeviç lovğalanır, çarpayda atılıb düşürdü. "İşlək ailədir, özlərinə görə dövlətləri də var, deyib arvad hey pıçıldayır, ərinin enli kürəklərinə daha da yaxınlaşır, onun qolunu mehribancasına sığallayırdı. "Qırağa dur ay şeytan, yatmağa başqa yer tapmırsan? Bu nədir? Doğar inəyəm ki, məni sığallayır əzizləyirsən? Natalyanı isə özün bilirsən, nə cür istəyirsən elə də et. İstəyirsən apar saçlarını qırxdır, rahibəliyə ver. Adam gərək övladına rəhm eləsin. Dövlət nə olan şeydir ki?" deyə Lukiniçina Miron Qriqoryeviçin qıllı qulağına fısıldayırdı. Əri ayaqlarını yığdı, divar tərəfə qısıldı və yatan adam kimi xoruldadı. Elçilərin gəlişi ev sahibləri üçün gözlənilməz oldu. Onlar günorta ibadətindən sonra üstü örtülü arabada darvazada göründülər. İliniçina yerə düşmək üçün ayağını pillənin üstünə qoyduqda araba az qaldı böyrü üstə aşsın. Panteley Prokovyeviç isə arabadan yerə beçə kimi tullandı, ayaqlarının ikisi də ağrıdı. Amma özünü sındırmadı. Cavan oğlan kimi evə tərəf addımladı. Miron Qriqoryeviç pəncərədən boylanıb ahvayla dedi: "Budur ha, gəldilər. Lənət şeytana, nə tez gəldilər." Ev sahibəsi qaqqıltı salan toyuq kimi haray saldı. "Ay Allah, bu nə biabırçılıqdır. Xörəyi bişirəndən sonra heç iş tumanını dəyişməmişəm." "Elə bu cürdə yaxşısan. Səni adaxlamağa gəlmirlər ki. Sən kimə lazımsan ay mitil? Sən anadan gəlməz aysan. Qocalıb lap xərifləmsən. Hey, bəri bax, səsini kəs." Qonaqlar həyətdə olduqları vaxt arvadı Miron Qriqoryeviçin üst başını diqqətlə nəzərdən keçirib məzəmmətlə dedi: "Heç olmasa dur əyninə təzə köynək gey. Ora bax, kürəyindəki ziyillərin hamısı görünür. Utansana, ay kör şeytan. Qorxma, məni elə bu paltarda da tanıyırlar. Həsir paltar geysəm də xoşlarına gələrəm." Qapının astanasına toxunub büdrəmiş Panteley Prokovyeviç beçə kimi qaqqıldadı. "Salam əleyküm." Səsinin cır çıxmasından dilxor oldu. İkona tərəfə ikinci dəfə xaç çəkdi. "Salam," deyib ev sahibi salamı aldı və qonaqları könülsüz, narazı baxışlarla süzdü. "Allahın köməyi ilə havalar xoşdur. Allaha şükür, hələ ki havalar yaxşı keçir.
Camaat heç olmasa hərəkət edər, işin əl-ayağını yıxar. Orası elədir, buna söz yoxdur. Elədir. Hə, Miron Qriqoryeviç. Deməli bu da biz. Gəldik öyrənək ki, siz öz aranızda nə qərara gəlmisiniz? Bizim qohumluğumuz baş tutur, yoxsa tutmur? Ev sahibəsi onlara təzim edə-edə uzun büzməli tumanının balağı ilə kərpic sürtülmüş döşəməni süpürə-süpürə dedi. Buyurun içəri, buyurun, əyləşin. Yaxşıdır, narahat olmayın. Elin içinə yelləndikdə xışıltı salan xara tumanını aşağı yatırdıb oturdu. Miron Qriqoryeviç üstünə təzə müşəmbə salınmış stola dirsəklənib susurdu. Müşəmbədən nəm rezin, bir də nə isə başqa iyrənc qoxu yayılırdı. Müşəmbənin haşiyəsindəki künclərdən mərhum çar və çariçələr qürurla baxır, ortada isə başlarına ağ şilyapa qoymuş Ülya Həzrət Şəhzadə qızlar, milçəklərin buladığı hökümdar Nikolay Aleksandroviç gözə çarpırdı. Miron Qriqoryeviç sükutu pozdu. Belə, qızı verməyi qərar almışıq. Sövdəmiz tutsa qohum olarıq. Söz bura çatanda elin içinə qırçınlı, işıldayan şal koftasının içindən deyəsən kürəyi tərəfdən bir yekə ağ kömbə çıxartdı, stolun üstünə qoydu. Panteley Prokofyeviç nə münasibətlə isə xaç çəkmək istədi. Lakin bir-birinə yaxınlaşdırdığı kobud əyri barmaqları yarı yolda qaldı, həm də vəziyyətini dəyişdi. Dırnağı yekə baş barmağı onun arzusu əksinə olaraq bilmədən şəhadət barmağı ilə orta barmağının arasına girdi. Beləcə biabırçı düyün halında oğrun-oğrun kişinin göy arxalığının açıq ətəyinin altına sürüşdü və qırmızı baş butulkanın xırtdəyindən yapışıb çıxartdı. Mənim əziz qudalarım, əvvəlcə dua edək, içək, həm balalarımızın barəsində, həm də şərtimiz barədə danışaq. Sözdən kövrəlmiş Panteley Prokofyeviç tez-tez kirpi çaldı. Qudasının tamam çil-çil üzünə baxdı. At dırnağı kimi enli ovcu ilə ehmalca butulkanın dibini şappıldatmağa başladı. Bir saatdan sonra qudalar bir-birinə o qədər yaxın oturmuşdular ki, Panteley Prokofyeviçin zil qara qıvrım saqqalının ucu Korşunovun kürən haça saqqalına dəyirdi. Panteley Prokofyeviç duzlu xiyar iyi verən nəfəsi ilə şirin-şirin danışır, qudasını dilə tuturdu. O, yoğun səslə pıçıldaya-pıçıldaya dedi. Mənim əziz qudam, mənim əziz qudacığazım. Dərhal səsini ucaldıb qışqırdı. Qudam! Kəsərdən düşmüş, qaralmış qabaq dişlərini göstərə-göstərə nərildədi. Dediyiniz başlıq mənim üçün çox ağırdı. Həddindən ağırdı. Sən bir özün fikirləş, mənim əziz qudam. Fikirləş gör məni necə də incitmək istəyirsən. Getirlə qaloş bu 1, don kürkü bu 2, 2 dəst şal paltar bu 3, ipək baş yaylığı bu da 4. Axı bunları almaq adamı var yoxdan çıxardar. Panteley Prokofyeviç qollarını genindən hərləyir, leyb kazak mundirinin çiyinlərində tikiş yerləri sökülür, paltarından topa-topa toz qalxırdı. Başını aşağı salmış Miron Qriqoryeviç üstünə araq və duzlu xiyar suyu tökülmüş müşəmbəyə baxırdı. Müşəmbənin yuxarı tərəfində əyri-üyrü məzəli xətlə bu sözlər yazılmışdı. Ümumrusiya hökümdarları. Bir qədər aşağı göz gəzdirdi. Əlahəzrət hökümdar imperator Nikolay həzrətləri. Bir qədər aralı kartof qabığı tökülmüşdü. Şəkilə diqqətlə baxdı. Hökümdarın üzü görünmürdü. Şəklin üstünü boş araq şüşəsi örtmüşdü. Miron Qriqoryeviç ehtiramla kirpiyi çala-çala hökümdarın ağ kəmərlə bağlanmış bahalı mundirinin nə formada olduğunu bilmək üçün diqqətlə baxdı. Ancaq mundirin üstünü sürüşkən xiyar tumu örtmüşdü. Başında enli şilyapa olan imperatriçə üzdən bir-birindən seçilməyən qızlarının arasından təşəxxüslə baxırdı. Bunu görən kimi Miron Qriqoryeviç olduqca kövrəldi. Fikrə getdi. Buna bax, adamın üzünə elə təkəbbürlə baxır, elə bil torbaya salınmış qazdı. Ancaq bax, qızlarını ərə verməli olacaqsan. Onda halına baxaram. Onda forsun yatar. Panteley Prokofyeviç onun qulağının dibində iri çöl arısı kimi hey vızıldayırdı. Korşunov başını qaldırdı, bulanıq gözlərini ona zilləyib diqqətlə qulaq asmağa başladı. Biz sənin qızın üçün, indi o fərqi yoxdur, mənim də qızımdır. Sənin və mənim qızımıza bu paltarı almaq üçün, yəni getirlə qaloş, don kürkü almaq üçün gərək həyətimizdəki malqaranı qabağımıza qatıb bazarda sataq. Miron Qriqoryeviç yumruğunu stolun üstünə çırpdı. Heyfin gəlir? Söhbət orasında deyil ki, heyfim gəlir ya gəlmir. Heyfin gəlir? Səbr elə Aguda. İndi ki heyfin gəlir onda... Miron Qriqoryeviç geniş açılmış tərli əli ilə stolun üstündən qədəhləri siyirib yerə tökdü. Axı sənin qızın dolanmalı, özünə güzəran düzəltməli olacaq. Nə olsun? Dediklərimi alacaqsınız, yoxsa sizə qız vermərəm. Malqaranı qabağımıza qatıb aparmaq, satmaq, deyə Panteley Prokofyeviç başını bulayırdı.
Qulağındakı sırğa tərpənir, azca işıldayırdı. Başlıq hökmən verilməlidir. Onun özünün sandıq-sandıq pal-paltarı var. Qız ürəyinizə yatırsa, onda sən də mənə hörmət elə. Biz kazakların dəbi belədir. Qədimdən adətimiz belədir. Biz də köhnə adətimizlə iş görməliyik. Hörmət elərəm. Elərəm. Güzəran düzəltməyə gəldikdə, qoy cavanlar özləri güzəran düzəltsinlər. Biz özümüz üçün güzəran düzəltmişik. Heç kəsdən də pis dolanmırıq. Qoy canları çıxsın, cavanlar da özlərinə günahlasın. Güzəran düzəltsinlər. Qudaların müxtəlif rəngli saqqalları bir-birinə qarışdı. Panteley Prokofyeviç öpüşən kimi suyu çəkilmiş, büzüşmüş bir xiyarı ağzına qoydu və bir-birinə qarışmış hisslərin təsiri ilə kövrəli bağladı. O biri qudalar, qız anası ilə oğlan anası sandığın üstündə qucaqlaşmış, bir-birini bağrına basmışdı. Qulaqbatırıcı səslə ucadan danışırdılar. İliniçnanın yanaqları albalı kimi qıpqırmızı qızarmışdı. Qudasınınki isə şaxta vurmuş cır meşə armudu kimi gömgöy olmuşdu. Belə uşağı bütün dünyanı axtarsan tapa bilməzsən. Gəlin təki sözə baxan və hörmətcil olsun. Bu isə heç vaxt əmrindən çıxmaz. Əziz qudacığazım, adama cavab qaytarmağa belə cəsarət eləmir. Əzizim, deyib İliniçna onun sözünü kəsir, sol əlini yanağına söykəyib, sağ əli ilə sol dirsəyinə dayaq verirdi. O it balasına 100 dəfə demişəm ki, əl çək. Keçən bazar günü axşam gördüm, yenə də getməyə hazırlaşır. Kisəsinə tütün doldurur. Dedim, ay haramzada, sən bu bəd əməlindən nə vaxt əl çəkəcəksən? Mən bu ağ birçək vaxtımda nə vaxta kimi başı töhmətdə olacağam. Axı o Stepan bir gün tutar, bir göz qırpımında sənin boğazını üzər. Mitka mətbəxdən otağa açılan qapının yuxarıdakı deşiyindən içəri baxır, Natalyanın iki kiçik bacısı isə aşağıda pıçıldaşırdı. Natalya lap dibdəki otaqda sobanın yanındakı yataq yerində əyləşib, koftasının dar qolçağı ilə gözlərinin yaşını silirdi. Qarşıda duran yeni naməlum həyat onu qorxudur, ona istirab verirdi. Otaqda isə 3-cü araq şüşəsini boşaldırdılar. Oğlanla qızın toyunu 1-ci spasda eləməyi qərar aldılar. 19-cu. Korşunovların evində toya qızğın hazırlıq aparılırdı. Gəlin üçün tələsik alt paltarı, döşəkağı, balış üzü tikirdilər. Natalya axşamlar xeyli oturur, keçmiş adətə görə bozumtul keçi yunundan adaxlısı üçün şərf və zərif yundan əlcək toxuyurdu. Anası Lukuyniçna axşam şər qarışana kimi başını tikiş maşınının üstündən qaldırmır, Stanitsadan gətirdiyi dərzi arvada kömək edirdi. Mitka atası və rəncbərlərlə bərabər çöldən qayıdır, əl-üzünü yumamış, ağır işcarıqlarını döyənək olmuş ayaqlarından çıxartmamış evə girir, Natalyanın yanında otururdu. Bacısını cırnatmaq Mitkaya son dərəcə ləzzət verirdi. Toxuyursan? Deyib o qısaca sual verir və şərfin yumşaq saçaqlarına baxıb göz vururdu. Toxuyuram, sənə nə? Toxu, ay axmaq. O isə sağ ol demək əvəzinə ağzını burnunu əzişdirəcəkdir. Axı nəyə görə? Kefi istədiyinə görə. Mən Qrişkaya bələdəm, onunla dostam. O elə bir köpəkdir ki, qapar, amma nə üçün qapdığını deməz. Yalan danışma, güya mən onu tanımıram. Mən isə səndən yaxşı tanıyıram. Məktəbə birlikdə gedirdik. Mitka ağır-ağır və hiyləgərcəsinə ah çəkir, qəddini lap aşağı əyib, yabadan cızıq-cızıq olmuş ovucularına diqqətlə baxırdı. Ona ərə getsən məhv olacaqsan, Nataşka. Yaxşısı budur ki, qız ol, evimizdə qal. Axı bir də sən onun nəyinə bənd olmusan, hə? Qorxulu adamdır, höcətdir, bir növ gicbəsərdir. Ağlını başına yığ, yaxşı bax, o murdar oğlandı. Natalya hirslənir, qəhərindən boğazı göynüyür, acizləşmiş üzünü əyib şərf toxumaqla məşğul olurdu. Mitka isə rəhimsizliklə istehza edirdi. Ən böyük eybi də budur ki, qara qabaqdır. Niyə qışqırırsan? Səfehsən, Nataşka, rədd elə. Mən o dəqiqə atlanaram, gedib onlara deyərəm, daha buralara gəlməyin. Nataşkanın canını onun əlindən Qrişaka baba qurtardı. O içəri girir, döşəmənin möhkəmliyini yoxlayırmış kimi yoğun əsasını yerə dirəyə-dirəyə yaxınlaşır, xeyli uzanmış, çətənə kimi saralmış saqqalını şələləyib sığallayırdı. Əsasının ucu ilə Mitkanın böyrünü dümsükləyib soruşdu. Ay haramzada, sənin burada nə işin var, hə? Bacıma baş çəkməyə gəlmişəm, babacan, deyib Mitka özünü təmizə çıxardırdı. Baş çəkməyə, hə? Mən də ay haramzada, sənə deyirəm, get burdan. Addımla aş. Baba əsasını qaldırır və quruyub çöpə dönmüş ayaqlarını ehmalca basa-basa Mitkanın üstünə yeriyirdi. Qrişaka baba 69 yaşında idi. 1877-ci ildəki Türkiyə müharibəsində iştirak etmiş, General Qurkonun yanında çapar olmuş, sonra isə onun qəzəbinə düçar olaraq polka qaytarılmışdı.
Plevna və Roşiç vuruşmalarında göstərdiyi igidliyə görə 2 Georgi ordeni və 1 Georgi medalı ilə təltif olunmuşdu. İndi ömrünün axır çağlarını oğlunun yanında yaşayırdı. Bu yaşda ağlının sərrastlığı, son dərəcə namuslu və duz çörək qədri bilən olması ilə xutorda hamının hörmətini qazanmışdı. Ömrünün qalanını xatirələrinə sərf edirdi. Yay olanda gün çıxandan ta batana kimi gedib evin yanındakı torpaq qalağının üstündə oturur, başını biraz yana əyib əsası ilə yerdə nə isə cızır, huşsuzluq aləminin zülməti içərisində zəif işıqlanan xatirələrinə dalır. Adamların tutqun simalarını, qırıq-qırıq düşüncələrini fikrində canlandırırdı. Rəngi çoxdan solmuş, günlüyü çat-çat olmuş kazak furuşkasından yumulu gözlərinin qaralmış qapaqları üzərinə qara kölgə düşürdü. Bu kölgə yanaqlarındakı qırışları biraz da dərinləşdirir, ağarmış saqqalına göyümtül rəng verirdi. Əsa tutan barmaqlarında, biləklərində çıxmış qara damarlarında dərə torpağı kimi zil qara qan aramla axırdı. Babanın qanı ildən ilə soyuyurdu. Qrişaka baba istəkli nəvəsi Natalyaya şikayətlənirdi. Corablarım yundur, ancaq ayaqlarımı qızdırmır. Sən mənim üçün dərdin alım, lap qalın corab toxu. Nə danışırsan ay baba, indi yaydı, deyib Natalya gülür, gəlib torpaq qalağı üstündə babası ilə yanaşı oturur, qocanın iri, hər tərəfi qırışmış, sarı qulağına baxırdı. Nə olsun ki yaydı, a mənim qəşəng balam. Yay da olsa qanım torpağın dərin qatı kimi soyuqdur. Natalya babasının əlinə baxdı. Damarları tor kimi dolaşıq olan bu əl onun yadına bir əhvalat saldı. Həyətdə quyu qazırdılar. O vaxt hələ balaca qız olan Nataşka dolçanın içindəki torpağı çıxardır, ağır oyuncaqlar, buynuzları tez ovulub tökülən inəklər qayırırdı. O vaxt əlini yerin 5 sajın dərinliyindən buz kimi soyuq və cansız torpağa vurduqda necə üşümüşdüsə, indi də babasının gilə oxşar, darçını çil-çil əllərinə baxanda dəhşətlə canında üşütmə hiss etdi. Nataşaya elə gəldi ki, babasının damarlarındakı insanı fərəhləndirən, rəngi ürək açan qan deyil, bozumtul göyümsov torpaqdı. Babacan, ölümdən qorxursanmı? Deyə Nataşka ondan soruşdu. Qrişaka baba qırış-qırış və damarları çıxmış nazik boynunu köhnəlmiş mundirinin dik yaxalığı arasından çıxarmaq istəyirmiş kimi yuxarı dartıb tərpətdi. Yaşıla çalan ağ bığlarını oynatdı və dedi. Mən ölümü əziz bir qonaq kimi gözləyirəm. Sonra dişlərini ağardaraq gülümsəyə-gülümsəyə və gözlərinin qırışıq dərisi əsə-əsə əlavə etdi. Vaxtıdır. Kifayət qədər yaşamışam. Padşahlara qulluq eləmişəm. O ki var araq da içmişəm. Natalya babasının əllərini sığallayıb gedir, mundirinin çox yeri yamanmış, gözənmiş qoca isə beli bükülmüş halda torpaq qalağının üstündən durmur, dəstəsi sürtülmüş əsası ilə torpağı cızırdı. Boynuna kip yapışmış yaxalığındakı qırmızı nişanlar bu kişinin bir zamanlar qıvraq və gənc oğlan olduğunu xatırladırdı. Natalyanın adaxlanması xəbərini o zahirən sakit qarşıladı, ancaq qəlbində bu hadisəyə kədərlənir və hiddətlənirdi. Natalya süfrə başında xörəyin ən yaxşı tikəsini ona verir. Tuman köynəyini yuyur, gözəyir. Ona yun corab toxuyur. Şalvarının, köynəyinin cırığını yamayırdı. Məhz buna görə də Qrişaka baba əhvalatdan xəbər tutanda düz 2 gün Natalyanın üzünə əyri-əyri baxdı. Melexovlar adlı sanlı kazaqdırlar. Rəhmətlik Prokofi igid kazak idi. Bəs onun nəvələri necədir, hay? Nəvələri də babatdır, deyə Miron Qriqoryeviç ona başdan sovdu cavab verirdi. Haramzada Qrişka isə qanacaqsızdı. Bir dəfə deyəsən kilsədən gəlirdim. Qabağıma çıxdı, amma mənə salam vermədi. İndi ağsaqqallara heç hörmət eləmirlər. O mehriban oğlandı, deyib Lukuniçina gələcək kürəkəninin tərəfini saxladı. Hay, deyirsən mehribandır? Allah eləsin sən deyən olsun. Təki Nataşkanın ürəyinə yatan adam olsun. Qızın ərə verilməsi məsələsində Qrişaka baba demək olar ki, iştirak etməmişdi. Bir dəqiqəliyə otağa girmiş, süfrə başında azca oturmuş, bir qədəh arağı daralmış boğazından güc bəla ilə içəri ötürmüş, bədəni qızışandan, kefləndiyini duyandan sonra çıxıb getmişdi. O, həyəcanlı və xoşbəxt Natalyanın üzünə 2 gün dinməzcə baxdı. Yaşıla çalan ağ bığlarını tərpədə-tərpədə gövşədi. Sonra görünür yumşaldı. Nataşka, deyə bir gün nəvəsini səslədi. Natalya onun yanına gəldi. Əziz nəvəciyəzim, yəqin ərə getməyinə sevinirsən, hay? Babacan, heç özüm də bilmirəm, deyə Natalya etiraf etdi. Hə, elə demə. Gör nə danışır. Hə, get, Həzrəti İsa köməyin olsun. Allah xeyir versin, bala. Təəssüf və kədərlə onu danladı. Ay haramzada,
Biraz da səbr edə bilməzdin ki, mən ölüm sonra ərə gedəsən. Sənsiz günüm qara olacaq. Mətbəxdən onların söhbətinə qulaq verən Mitka səsləndi. Ay baba, bəlkə sən indən belə 100 il yaşayacaqsan. Natalya oturub sənin ölməyini gözləməli idi. Əcəb zarafatçılsan. Qrişaka baba xəcalət və hirsindən qaraldı. Boğazı qəhərləndi, əsasını yerə vurdu. Ayaqlarını yerə döydü. Sus, köpək oğlu haramzada! İtil burdan! Rədd ol! Rədd ol! Ay səni nə deyim şeytan! Söhbətimizə qulaq asırmış əclaf. Mitka gülə-gülə həyətə qaçdı. Amma Qrişaka baba xeyli vaxt acıqlı-acıqlı Mitkanı söydü. Ayaqlarına gödək yun corab geymiş olsa da dizləri titrəyirdi. Natalyanın 2 kiçik bacısı, 12 yaşlı yeniyetmə Marişka ilə 8 yaşlı hiyləgər və dəcəl Qripka toy gününü səbirsizliklə gözləyirdi. Bu hadisəyə Korşunovların mülkündə yaşayan daimi muzdurlar da bir növ sevinirdilər. Onlar ev sahibinin yaxşı qonaqlıq verəcəyini gözləyir və toyda 2 gün işdən azad olub dincələcəklərinə ümid bəsləyirdilər. Bunlardan biri Boguç mahalından gəlmiş Ukraynalı Het baba kimi qəribə familiyası olan caydaq kişi yarım ildən bir içkiyə möhkəm qapılırdı. Üst başını da, qazandığını da arağa verirdi. Xeyli vaxt idi ki, içməkdən ötürü sinov gedir, canında yenilməz bir həvəs duyur, amma birtəhər özünü ələ alıb içkiyə qapılmağı toya saxlayırdı. O birisi bu yaxınlardan Korşunovların evində yaşayan Migulinsk stanitsasından olan Mixey adlı qarayanız kazak idi. Yanğın nəticəsində var-yoxu əlindən çıxdığına görə muzdurluq eləməyə başlamış, Hetko ilə, Het babanı qısaca belə adlandırırdılar, dostlaşmış və vaxtaşırı içməyə başlamışdı. O yaman atbaz idi. Keyflənən kimi ağlayır, gözlərinin yaşını qaşsız, sümükləri çıxmış sifətinin hər tərəfinə yayırdı. Miron Qriqoryeviçi yaxalayıb deyirdi. Ağa, mənim əzizim, qızın gəlin gedəndə izin ver arabanı bu Mixey sürsün. Sənin üçün elə araba sürüm ki, aləm tamaşasında dursun. Mən atları lap odalovun içindən elə sürərəm ki, onların bir tükü də ütülməz. Mənim özümün atlarım olmuşdur. Həmişə qaşqabaqlı və adam sevməz olan Hetko nədənsə Mixeyə bənd olmuşdu. Eyni zarafatla daim onun zəhləsini aparırdı. Mixey, eşidirsənmi? Sən hansı stanitsadansan? Deyə dizlərinə kimi uzun əllərini bir-birinə sürtüb sual verir, dərhal da səsini dəyişdirərək indicə verdiyi suala özü cavab verirdi. Migulevskdən. Bəs niyə belə sarsaq adamsan? Əşi, nəsillikcən biz hamımız beləyik. O, həmişə təkrar etdiyi bu zarafatdan sonra xırıltılı səslə qəhqəhə çəkir, əllərini uzun, arıq baldırlarına vurub şappıldadır, Mixey də onun qırxıq üzünə, boğazında tərpənən xirtdəyinə nifrətlə tamaşa edərək onu mızıq, qotuq deyə söyürdü. Toyu ilk pəhriz qurtarana təyin etdilər. Deməli, toya 3 həftə qalırdı. Həzrəti Məryəmin vəfatı günü Qriqori nişanlısına baş çəkməyə gəldi. O, dəhlizdə dəyirmi stolun dalında əyləşdi. Nişanlısının rəfiqələri olan gənc qızlarla tum çırtladı, fındıq yedi, sonra da çıxıb getdi. Natalya onu ötürdü. Mərəyin tağı altına gəldilər. Belinə təptəzə, yaraşıqlı yəhər vurulmuş Qrişkanın atı axurun qabağında idi. Qız buraya çatanda əlini qoynuna saldı. Qızardı. Qriqoriyə aşiqanə baxa-baxa əlindəki iri yumağı, üstündən qız məmələrinin hərarəti hələ getməmiş yumşaq bir şeyi ona uzatdı. Qriqori hədiyyəni alarkən ağappaq canavar dişlərini ağardıb soruşdu. Bu nədir? Sonra baxarsan, sənə naxışlı kisə tikmişəm. Qriqori qızı cəsarətsizliklə özünə tərəf çəkib öpmək istədi. Amma Natalya əllərini bərk-bərk onun sinəsinə dirədi. Başını cəld dala əydi və gözləri ilə pəncərəni göstərdi. Görərlər. Görsünlər də, ayıbdır. Əvvəl ayıb olur, deyib Qriqori izah etdi. Natalya atın cilovunu tutdu. Qriqori gözlərini qıyıb, ayağını diş-diş üzəngiyə keçirtdi. O, yəhərin döşəkçəsi üstündə yerini rahatladı və atı sürdü. Natalya darvazanı açdı, əlini gözünün üstünə qoyub onun dalınca baxdı. Qriqori at üstə qalmıq sayağı, acca sol tərəfə əyilərək oturur, qamçını əlində igidcəsinə oynadırdı. Natalya fikrində 11 gün qalmışdır, deyə hesabladı. Həm köksünü ötürdü, həm də güldü. 20. Buğda yeri cücərəndə yamyaşıl və yarpaqcıqları biz kimi iti olur. Sonra boyatır. Ay yarım keçir, bir də görürsən ki, dolaşa taxılın arasında tamam gizlənə bilir. Görünmür. Taxıl yerdən şirə sorur, sümbül bağlayır, sonra çiçəkləyir. Sümbüllər saralmağa başlayır. Dənin içində ətirli və şirin süd olur. Sahibi gəlir, zəmisinə baxır. Baxdıqca tamaşasından doymaq bilmir. Amma taxıla bəzən hardansa malqara girir. Dolu sümbülləri ayaqlayır, zəmini tapdalayır, şuma çevirir.
Malqaranın ayaqladığı yerdə taxıl artıq yerə yatır, məhv olur. Buna baxanda adamın ürəyi ağrıyır. Aksinyanın eşq macərası da beləcə oldu. Onun yetkin və çiçəklənmiş duyğularını Qrişka xam göndən tikilmiş ağır çarıqları ilə tapdaladı. Bu hissləri külə döndərdi, murdarladı və salam. Melexovların dirliyindəki günəbaxan əkinindən evə qayıdan gün Aksinyanın könlü sirka notu və qanqal basmış xaraba xırman kimi boş qaldı və vəhşiləşdi. Aksinya dirlikdən evlərinə gələndə yaylığının uclarını çeynəyir, tıxanıb boğazında qalmış fəryadı zorla bayıra atılmaq istəyirdi. O dəhlizə girdi, döşəmə üstə yıxıldı. Ağlamaq, çəkdiyi zillət, beyninə soxulan tutqun mənasızlıq nəfəsini daraltdı. Sonra isə toxtadı. Bu dərd iti bıçaq olub onun ürəyinin ən dərin guşəsinə saplandı. Malqaranın tapdadığı taxıl sonralar yenə dirçəlir. Şeh dəydikcə, gün vurduqca ayaqlanmış, yerə yatmış saplaqlar qüvvələnib qalxır, gücü çatmayan yük altına girmiş adam kimi əvvəlcə qəddli bükülü olur, sonra isə qəddini düzəldir, baş qaldırır. Həmişəki kimi günəş işığından həyat alır, yel əsdikcə yırğalanır. Gecələr Aksinya ərinə dəlicəsinə nəvaziş göstərsə də, ürəyində başqasını düşünür, qəlbində böyük məhəbbətlə nifrət yanaşı yaşayırdı. O, yeni bir şərəfsizlik etmək, əvvəlki biabırçılığa keçmək niyyətində idi. O, Qrişkanı məhəbbət aləmində kədərlə şadlığın nə olduğunu hələ bilməyən xoşbəxt Natalya Korşunovun əlindən almaq qərarına gəlmişdi. O, gecələr kirpi çala-çala quru gözlərini qaranlıq zülmətə dikib, fikrində saysız hesabsız yolları götür-qoy edirdi. Sağ qolunun üstünə yuxulamış Stepanın yana sallanmış uzun və qıvrım telli qəşəng başı getdikcə ağırlaşırdı. Stepan yarı açıq ağzı ilə nəfəs alırdı. Arvadının məmələri arasında qalmış qara əlinin işləməkdən çat-çat olmuş dəmir kimi möhkəm barmaqları tərpənirdi. Aksinya düşünürdü, götür-qoy edirdi, fikrini dəyişirdi. Lakin o bir şeyi möhkəm qərar almışdı. Qrişkanı hamının əlindən almaq, onu öz məhəbbət nəvazişinə qərq etmək, əvvəlki kimi yenə də ona hakim olmaq. Qəlbinin dərinliyində isə bədəndə qalmış arı neştəri kimi bir şey sancır, irinləmiş yara kimi canını ağrıdırdı. Aksinyanın gecələri belə keçirdi. Gündüzlər isə o, dərdini müxtəlif işlərdə əlləşməklə, ev-eşik qayğısı çəkməklə dağıdırdı. Bir yerdə Qrişkaya rast gələndə rəngi qaçır, oğlanın həsrətini çəkən öz gözəl bədənini əstirə-əstirə onun yanından keçib gedir, ehtiraslı nəzərlə düz onun işıldayan qara gözlərinə baxırdı. Aksinyaya rast gələndən sonra Qrişka canını üzən bir qüssə duyurdu. O, heç nəyin üstündə qəzəblənir, heyfini gah Dunyaşkadan, gah anasından alır, əksər hallarda isə qılıncını götürür, dal həyətə gedir, torpağa sancılmış yoğun quru budaqları var qüvvəsi ilə qan tərə batıncayadək doğrayıb tökürdü. Bir həftə ərzində bir qalaq çırpı qırdı. Panteley Prokofyeviç sırğasını, gözlərinin saralmış ağını işıldada-işıldada deyinirdi. Gör bu yaramaz şeytan nə qədər budağı körlüyüb. Düz 2 çəpərə çatardı. Yaman qoçaq çıxmısan, anan vayına otursun. Get budaq qır gətir, igidliyini də göstər. Dayan oğlan, hərbi xidmətə gedərsən, orada doyunca qılınc çalarsan. Sənin kimilərinin köpünü orada tez alarlar. 21. Gəlin gətirmək üçün 2 qatlı 4 araba bəzədilər. Bayram sayağı geyinmiş adamlar Melexovların həyətində arabaların dövrəsinə yığışmışdılar. Sağdış olan Petro qara pencək, yanları qırmızı zolaqlı göy şalvar geymişdi. Onun sol qoluna 2 ağ yaylıq bağlamışdılar. Sarı bığları arasında daim bir təbəssüm oynayırdı. O, bəyin yanında durmuşdu. Bura bax, Qrişka, özünü itirmə. Qaşqabağını niyə sallamısan? Başını xoruz kimi dik tut. Arabaların dövrəsində hay-küy kəsilmir, ağız deyəni qulaq eşitmirdi. Bəs bu böyük sağdış harda batdı? Axı yola düşmək vaxtıdır. Kirvə! Kirvə, sən 2-ci arabaya min. Eşitdinmi Kirvə? Arabalara oturmaq üçün taxta qoyulubmu? Qorxma, taxta qoymasalar yıxılmazsan. Özün yumşaqsan. Tünd qırmızı rəngli yun tuman geymiş Darya, qızıl söyüd şaxəsi kimi elastiki və incə idi. Azca rənglənmiş qaşlarını oynadaraq Petronu dürtməliyirdi. Dədənə de ki, getmək vaxtıdır. Orada indi bizi gözləməkdən usanıblar. Petro axsaya-axsaya gəlib çıxan atası ilə pıçıldaşandan sonra əmr verdi. Minin arabalara. Mənim arabama bəylə bərabər 5 nəfər də minə bilər. Arabanı isə Anikey, sən sürəcəksən. Hamı mindi, yerini rahatladı. Yanaqları qıpqırmızı qızarmış, şadlığından yerə göyə sığmayan İliniçna darvazanı açdı. 4 araba həyətdən çıxan kimi ötüşməyə başladı. Petro Qriqori ilə yanaşı oturmuşdu.
Onlarla üzbəüz oturmuş Darya əlindəki Krujevalı dəsmalı yellədirdi. Arabalar çuxura düşdükdə, dikə qalxdıqda mahnı oxuyanların səsi kəsilirdi. Arabalarda yanları qırmızı kazak furaşkalı, göy və qara mundirli, sürtüklərinin qollarına ağ yaylıq bağlamış kişilər, başlarına rəngbərəng yun şal örtmüş, əlvan tuman geymiş qadınlar oturmuşdular. Hər arabanın arxasınca cuna kimi toz dumanı qalxırdı. Gəlin gətirmək həngaməsi bu idi. Melexovların qonşusu, Qriqorinin uzaq qohumu olan Anikey atları dəhmərləyirdi. O az qala qozladan yıxılana kimi aşağı əyilir, qamçını şaqqıldadır, cür səslə qışqırırdı. Atlar quş kimi süzərək çaparaq gedirdi. "Qamçıla onları, qamçıla!" deyə Petro bağırırdı. Xədimə oxşar bığsız Anikey qadın sifətini incə təbəssümlə qırışdırır, Qriqoriyə göz vurur, cür səslə qışqırır, atları bərk qamçılayırdı. Bəyin dayısı İlya Ojokin arabasını gürültü ilə sürüb onlardan qabağa keçə-keçə çığırdı. "Xəbərdar!" Qriqori dayısının arxasında oturmuş, qaraşın yanaqları tərpənən Dunyaşkanın saadət yağan üzünü gördü. "Dayan görüm, məndən qabağa keçirsən?" deyə Anikey sıçrayıb ayağa qalxaraq çığırdı və qulaq batırıcı səslə fit verdi. Atlar dəlicəsinə çaparaq irəli cumdu. Arabada silkələnən Darya Anikeyin uzunboğaz, lak çəkmələrindən iki əlli yapışıb çığırırdı. "Yıxılarsan!" Arabasını yan tərəfdən sürən İlya, "Özünü yığışdır!" deyə bağırır və səsi təkərlərin taqqıltısı arasında itib batırdı. Ağzına qədər alabəzək paltarlı, səs-səsə verib ulaşan adamlar dolu digər iki araba yolla yanaşı çaparaq gedirdi. Bellərinə qırmızı, mavi, açıq çəhrayı çul salınmış, yal və tellərinə kağızdan qayrılmış çiçək və lent bağlanmış, boyunlarından və yan qayışlarından zınqrovlar asılmış atlar daşlı kəsəkli yollarla çaparaq gedir, bədənlərindən sabun kimi köpük tökülür, onların köpüklənmiş yaş bellərindəki küləyin yelləndirdiyi çullar şappıltı ilə atılıb düşür və qabarırdı. Korşunovların darvazası ağzında gəlin aparmağa gələnlərin yolunu bir dəstə uşaq gözləyirdi. Onlar yolda toz dumanı görən kimi yürüb həyətə doluşdular. "Gəlirlər! Çaparaq gəlirlər! Göründülər!" Onların qabağına çıxmış Hetkonu dövrəyə aldılar. "Niyə yığışmısınız? Dağılın, kafir uşağı kafir! Elə də çığırışırlar ki, adamın qulağı batır. Qatrançı xaxol, itil cəhənnəm ol! Xaxol, xaxol, qatrançı!" deyə uşaqlar gen şalvar geymiş Hetkonun dövrəsində cığıldaşır, atılıb düşürdülər. Hetko isə quyuya baxırmış kimi başını biraz qabağa əyib, dəlicəsinə atılıb düşən uşaqlara baxır, loğa-loğa gülümsəyir, lap döşünün altından başlayan uzun, möhkəm qarnını qaşıyırdı. Arabalar haykü ilə həyətə girdi. Petro Qriqorinin əlindən tutub onu artırmaya çıxartdı. Gəlin gətirməyə gəlmiş başqa adamlar da onların dalınca yeridilər. Dəhlizin mətbəxə açılan qapısı bağlı idi. Petro qapını döydü. "Ya Həzrəti İsa, bizə kömək ol." "Amin." deyə cavab olaraq qapının dalından səsləndilər. Petro qapını 3 dəfə döydü. Sözlərini 3 dəfə təkrar etdi. Ona boğuq səslə hay verdilər. "İçəri girmək olarmı?" "Buyurun, gəlin." Qapı taybatay açıldı. Qız yengəsi, Natalyanın xaç analığı göyçək dul qadın Petronu hörmətlə, xoş və incə təbəssümlə qarşıladı. "Al, asaqdış, bunu iç, nuş olsun." Qadın təzə bulanıq kvas dolu stekanı Petroya uzatdı. Petro bığlarını tumarladı, alıb içdi. İçini arıtlayanda hamı yavaşdan güldü. "Bəri baxa yengə, əcəb içkiyə məni qonaq elədin. Dayan mənim əzizim, səni bu saat elə içkiyə qonaq edəcəyəm ki, içəndən sonra doyunca ağlayasan." "Lütfən bağışlayın." deyə yengə ona baş əydi. Petronu sərrast, bic-bic təbəssümlə süzdü. Oğlanın sağdışı ilə qız yengəsi söz güləşdirincəyədək, el adəti ilə oğlanın qohumlarının hər birinə 3 qədəh araq gətirdilər. Gəlin paltarı və duaq geydirilmiş Natalyanı stolun dalında oturdub qoruyurdular. Marişka irəliyə uzadılmış əlində oxlov tutmuşdu. Qripka isə ələyi hirsli-hirsli sirkələyirdi. Tərləmiş, araqdan sonra nəşələnmiş Petro baş əydi. Qədəhlərin hər birinə 10 şahlıq qoyub onlara uzatdı. Qız yengəsi Marişkaya göz vurdu. O da oxlovu stolun üstündən çırpdı. "Azdır, gəlini bu qiymətə vermərik." Petro qədəhə yenə gümüş pul salıb onu cingildədə-cingildədə bir də uzatdı. Bacılar başını aşağı salmış Natalyanı dirsəkləri ilə dümsükləyir, tərslik edərək bağırırdılar. "Vermirik!" "Axı nə deyib vermirsiniz? Haqqını artıqlaması ilə vermişik." "Qızlar, güzəşt edin." deyə Miron Qriqoryeviç əmr etdi və gülümsəyə-gülümsəyə adamların arasından keçib stola yaxınlaşdı. Onun ərimiş inək yağı sürtülmüş kürən saçlarından
tər iyi və peyin çürüntüsünün qoxusu gəlirdi. Stol arxasında oturmuş gəlinin qohumları ilə yaxın adamları ayağa qalxdılar, ona yer elədilər. Petro əlindəki yaylığın bir ucunu Qriqorinin ovcuna bastı, sıçrayıb taxtın üstünə çıxdı. Oğlanı stolun dövrəsində dolandırdı. İkonaların altında oturmuş gəlinin yanına gətirdi. Natalya utandığından tərləmiş əli ilə yaylığının o biri ucundan tutdu. Adamlar soyutma toyuq ətini tikə-tikə parça edib ağızlarını marçıldada-marçıldada yeyir, bulaşmış əllərini saçlarına çəkib təmizləyirdilər. Anikey toyuğun büzdümünü gəmirir, kosa çənəsindən sapsarı yağ köynəyinin yaxasına sızılırdı. Qriqori yaylığının uclarına bağlanmış öz qaşığı ilə Natalyanın qaşığına, şirli kasada buğlanan xəmiraşıya sonsuz bir təəssüflə baxır, yanıb yaxılırdı. O ac idi, yemək istəyirdi. Qarnı iyrənc və küt bir səslə quruldayırdı. İlya dayı ilə yanaşı oturmuş Darya yaxşıca yeyirdi. İlya dayı iri dişləri ilə qoyunun qabırğa tikəsini gəmirir, yəqin Daryaya xəlvətcə ədəbsiz bir şey pıçıldayırdı. Çünki gözlərini qıyıb qaşlarını oynadan Darya qızarır və gülürdü. Doyunca yeyib içdilər. Qatran qoxusunu andıran kişi tərinin iyi, tünd və məst edici qadın iyinə qarışdı. Sandıqlarda çoxdan saxlanmış və indi geyilmiş tuman, sürtuq və baş şallarından naftalin və bir cür ağır şirintəhər qoxu yayılırdı. Qarıların xeyir-şərdə geydikləri paltardan belə iyi gəlir. Qriqori Natalyaya qıyqacı baxırdı. O indi ilk dəfə gördü ki, Natalyanın üst dodağı alt dodağına nisbətən şişkindi. Altdakı dodaq üzərinə sallanmış kimidir. Bunu da gördü ki, qızın sağ yanağında əzələdən azca aşağıda mixəyi bir xal var. Xalın üstündən 2 sarışın tük sallanır. Bunu görəndə Qriqorinin nədənsə ürəyi sıxıldı. Aksinyanın qıvrım hörüklü qəşəng boynunu xatırladı. Əti çimçişdi. Ona elə gəldi ki, boynunun ardından tərli kürəyinə, tikan kimi bədənə batan quru ot qırıntıları tökdülər. Əti ürpəşdi. O, ağızlarını marçıldada-marçıldada tıxan adamlara kədərlə baxdı. Adamlar süfrədən qalxanda ağzından kompot və turşumuş buğda çörəyinin iyi gələn bir kişi Qriqoriyə tərəf əyildi. Onun uzunboğaz çəkməsinin boğazına bir ovuc darı tökdü. Bunu ona görə elədi ki, bəyə göz dəyməsin. Yol uzunu evə çatana kimi darı onun ayağını sürtür, üst köynəyinin dar yaxalığı onu boğurdu. Toy mərasimindən dilxor olmuş Qriqori qəzəblənir, öz-özünə pıçıldayır, söyürdü. 22. Korşunovların həyətində biraz dincəlmiş atlar son güclərini toplayıb özlərini birtəhər Melexovların həyətinə çatdırdılar. Onların döş qayışlarının altından buğ qalxır, köpük tökülürdü. Keflənmiş sürücülər atları rəhimsizcəsinə çaparaq sürürdülər. Gəlin gətirənləri evdə qocalar qarşıladılar. Panteley Prokofyeviç əlində ikona tutmuşdu. Yenicədən düşmüş qara saqqalı işıldayırdı. İliniçna da əri ilə yanaşı durmuşdu. Onun nazik dodaqları daş kimi hərəkətsiz idi. Qriqori ilə Natalya başlarına mayaotu toxumu ilə buğda səpildikdən sonra xeyir dua almaq üçün qocaların yanına gəldilər. Panteley Prokofyeviç onlara xeyir-dua verərkən gözündən bir damla yaş axıtdı və adamların gördüklərinə təəssüf edərək vurnuxdu, qaşqabağını salladı. Bəy ilə gəlin evə girdilər. Araqdan, səfərdən və qızmar günəşin istisindən qızarmış Darya artırmaya sıçradı. Mətbəxdən qaça-qaça gələn Dunyaşkanın üstünə çığırdı. Petro hanı? Görməmişəm. Keşişin dalınca qaçmaq lazımdır. Bu məlum Petro isə yoxa çıxmışdır. Həddindən artıq araq içmiş Petro atlara açılmış bir arabanın içində uzanıb zarıyırdı. Darya quzğun kimi onun başının üstünə aldı. Az tıxsaydın nə olardı, a kafir? Keşiş dalınca qaçmaq lazımdır. Qalx. Cəhənnəm ol. Heç səni tanımaq istəmirəm. Təzə rəiszadsan, bəyəm? Deyə Petro ona sərt cavab verdi. Əllərini yerdə gəzdirərək toyuq zılı ilə saman ovuntusunu bir araya yığdı. Darya qoşa barmağını ağlaya-ağlaya ərinin boğazına soxdu. Nalayiq sözlər danışan dilini bastı. Qusub yüngülləşməyinə kömək etdi. Bu gözlənilməz hərəkətdən ağlını itirmiş Petronun təpəsinə hələ bir dolçada quyu su tökdü. Əlinə keçən çulla başını quruladı. Keşişin dalınca göndərdi. Bir saatdan sonra Qriqori kilsədə şam işıqları arasında daha da gözəlləşmiş Natalya ilə yanaşı durur, əlindəki şamı bərk-bərk tutur, bir-biri ilə pıçıldaşan, qalın divarı andıran izdihamı küt nəzərlə süzür, beynindən çıxmaq bilməyən, zəhləsini tökən bir cümləni dönə-dönə təkrar edirdi. Keyf çəkmək əyyamın qurtardı. Üzgözü pişmiş Petro onun arxasında dayanıb hərdən öskürür, izdihamın arasında olan Dunyaşkanın gözləri işıldayır, bəzi tanış gələn və tanış olmayan adamların simaları Qriqorinin nəzərinə çarpırdı. Onu tam laqeydlik bürümüşdü.
mehrabın dövrəsinə dolanır, tın-tın keşiş Vissarionun köhnə çəkməsinin dabanından basırdı. Yalnız Petro onun pencəyinin ətəyindən ehmalca dartışdıranda dayanırdı. Qriqori şamların alovlu dillərinə tamaşa edir, onu bürümüş yuxulu sərsəmliyə qarşı mübarizə aparır, özünü ələ almağa çalışırdı. Keşiş Vissarion hərarətlə Qriqorinin gözlərinin içinə baxıb dedi: "Nişan üzüklərinizi dəyişin." Üzükləri dəyişdilər. Yandan baxan Petro ilə göz-gözə gələn Qriqori işarə ilə "Tez qutaracaq?" deyə soruşdu. Petro da təbəssümünü gizlədib, yalnız dodaqlarını yavaşca tərpətməklə başa saldı. Az qalıb. Sonra Qriqori arvadının nəm, ləzzətsiz dodaqlarından dalbadal 3 dəfə öpdü. Kilsəni söndürülmüş şamların dəmi bürüdü. Adamlar basa-bas saldı. Bir-birini divara tərəf sıxışdıraraq qapıya yönəldilər. Qriqori Natalyanın iri, kələkötür əlindən tuta-tuta kilsənin kəndarına çıxdı. Kim isə onun furaşkasını başına keçirtdi. Cənubdan yovşan iyi verən ilıq meh əsirdi. Çöl tərəfdən sərin gəlirdi. Donun o tayında ildırım çaxır, yağış yaxınlaşır, ağ hasarın arxasında ayaqlarını götürüb qoyan atların çağırış kimi ahəngdar səslənən zınqrovlarının cingiltisi adamların uğultulu səslərinə qarışırdı. 23-cü. Korşunovlar gələndə artıq bəylə gəlini kilsəyə aparmışdılar. Biraz bundan əvvəl Panteley Prokofyeviç darvazadan bayıra çıxır, yola baxırdı. Ancaq bozaran yolda qaratikan kollarından başqa ins-cins görünmürdü. Çevrilib donun o tayına da baxırdı. O tərəfdə saralmış meşə görünür, yetişmiş, saçaqları sallanmış qamışlar başlarını axmaz üzərinə, cillik üzərinə yorğun-yorğun əyirdi. Xutoru, donu, Tabaşir dağlarını, çayın o tayındakı bənövşəyi nazik dumana qərq olmuş meşələri və çölü ala-toranla qovuşmaqda olan payız qabağı kədərli, göyümtül, süslük bürümüşdü. Böyük yol döngəsindən o tərəfdə, yol ayrıcında kiçik kilsənin şiş qübbəsi kölgə kimi sezilirdi. Panteley Prokofyeviçin qulaqlarına çətinliklə eşidilən araba təkərlərinin taqqıltısı və itlərin hürüşməsi gəldi. Birdən meydan tərəfdən küçəyə çaparaq 2 araba çıxdı. Qabaqdakı arabada Miron Qriqoryeviç ilə arvadı Lukuniçna yan-yana oturmuşdular. Hər ikisini araba bərk silkələyirdi. Medallarını, ordenlərini təzə mundirinin döşünə taxmış Qrişka baba da onlarla üzbəüz əyləşmişdi. Arabanı Mitka sürürdü. O, qozlada saymazyana oturmuşdu. Döşəyin altına keçirdilmiş qırmanca əl atmamışdısa da, kök qara atlar çaparaq sürüldüyündən vəhşiləşmişdi. İkinci arabanı sürən Mixey cilovdan bərk-bərk yapışıb, gücü çatdığı qədər dartır, geriyə yatır, çaparaq gedən atların başını yığmağa çalışırdı. Mixeyin arıq, qaşsız sifəti göyərmiş, furaşkasının tən ortadan çatlamış günlüyü altından tər sel kimi axırdı. Panteley Prokofyeviç gedib darvazanı taybatay açdı. Arabalar bir-birinin ardınca həyətə girdi. İlin içinə artırmadan qaz kimi yanını basa-basa, tumanının balağı ilə pilləkənə yığılmış peyinli palçığı süpürə-süpürə onların qabağına yüyürdü. Xoş gəlmisiniz, əziz qudalarımız. Buyurun, bizim bu kasıb komamızı şərəfləndirin, deyə o iri bədənini 2 qat əyib təzim etdi. Panteley Prokofyeviç başını yana əyib qollarını geniş açdı. Gözümüz üstə yeriniz var, əziz qudalarımız. İçəri buyurun. O qışqırdı ki, atları arabadan açsınlar. Sonra qudasının yanına getdi. Miron Qriqoryeviç ovcu ilə gen şalvarının tozunu çırpırdı. Onlar salamlaşıb artırmaya tərəf getdilər. Atlar çaparaq sürüldüyündən araba Qrişaka babanı silkələmişdi. Buna görə də o azca dala qalmışdı. İlin içinə onu dəvət edib yalvarırdı. Buyurun qudacan, içəri keçin. Eyb etməz, keçərik, minnətdarıq. Yolunuzu çoxdan gözləyirik, buyurun. Bu saat süpürgə verim qudanın mundirini təmizlə. Bugün hava çox tozludur, heç nəfəs çəkmək olmur. Lap doğrudur, bürküdür. Buna görə də çox tozdur. Narahat olmayın quda, mənim bir balaca işim var. Deyib, Qrişaka baba işin nə yerdə olduğunu başa düşməyən İliniçnaya baş əydi. Dalı-dalı mərəyə tərəf çəkildi və rənglənmişdən sovuran maşının dalında gözdən itdi. İliniçnanı artırmada qarşılayan Panteley Prokofyeviç onun üstünə düşdü. Niyə zəl olub qocanın yaxasından yapışmısan, ay səfeh? O qocadır, özünü saxlaya bilmir. Sən də yapışmısan yaxasından. Tfu, aman Allah, yaman səfehsən. İliniçna utana-utana dedi. Axı mən nə bilim? Başa düşməliydin. Yaxşı, daha bəsdir. Yer qudanı evə ötür. Üstü yemək-içmək dolu stolların arxasında keflənmiş qonaqlar səs-küy qaldırmışdılar. Qudaları böyük otaqda stolun dalında əyləşdirmişdilər. Birazdan sonra bəylə gəlin kilsədən gəldilər. Panteley Prokofyeviç çetverlik şüşədən araq süzərkən gözləri yaşara-yaşara dedi. Hə, qudalar, balalarımızın sağlığına.
Allah eləsin ki, onlar da bizim kimi bir-biri ilə yaxşı yola getsinlər, yaxşı dolansınlar, xoşbəxtliklə, can sağlığı ilə ömür sürsünlər. Qrişaka baba üçün qarınlı bir qədəhi araqla doldurdular. Onun pırtlaşıq, göyümsov saqqalı arasından ağzına süzdülər. Arağın yarısı ağzına, yarısı mundirinin dik yaxalığı arasına töküldü. Əvvəlcə qədəhləri bir-birinə vurub içirdilər. Sonra qədəhləri bir-birinə vurmadan içdilər. Otağı yarmarka kimi səs-küy başına almışdı. Stolun lap bu biri başında küncdə əyləşmiş bir kişi, Korşunovların uzaq qohumu olan Nikifor Koloyevdin adlı köhnə atamançı arıq əlini yuxarı qaldırıb bağırdı. Öpüşsünlər, öpüşsünlər, deyə stolun dalındakılar da ona səs verdilər. Ağzına qədər qonaqla dolu olan mətbəxdən də səs gəldi. Ah, öpüşsünlər! Qriqori sımsırığını sallayıb arvadının şit dodaqlarından öpür, qısnadılmış adam nəzəri ilə ətrafa göz gəzdirirdi. Adamların üzü qıpqırmızı qızarmışdı. Xumarlanmış gözlər süzülür, bəziləri sırtıq-sırtıq baxır, gülümsünürdü. Ağızlar marça-marçla açılıb yumulur, keflənənlərin ağzının suyu naxışlı, bəzəkli süfrə üstə axırdı. Xülasə, kef aləmi idi. Nikifor Koloyevdin kələkötür dişlərini ağartdı, əlini yuxarı qaldırdı. Öpüşsünlər! Onun mavi ataman mundirinin qolunda orduda əlavə xidmət etdiyini göstərən 3 dənə hörmə zərbafda nişan var idi. Öpüşsünlər! Koloyevdinin kələkötür dişli ağzına Qriqori nifrətlə baxırdı. Bu kişi öpüşsünlər deyəndə qırmızı dili düşmüş dişlərinin yerindən burulub bayıra çıxırdı. Petro da arağa batıb islanmış bığlarının uclarını tərpədə-tərpədə acıqlı-acıqlı dedi. Öpüşün, ay sizi nə deyim. Azca keflənmiş və qıpqırmızı qızarmış Darya mətbəxdə mahnı oxumağa başladı. Əvvəlcə mətbəxdəkilər, sonra isə otaqdakılar da mahnıya qoşuldular. Orada çay, burada keçid, körpü üstündən keçərik. Səslər bir-birinə qarışdı. Xristonya hamının səsini batıran, pəncərə şüşələrinin cingildədən səslə nərildədi. Kim bizə içki verərsə, biz şadlıqla içərik. Yataq otağından isə şıdırğı arvad ciyildisi eşidilirdi. Xarab oldu, itirdim, gözəl göyçək səsimi. Ona qoşulan bir başqasının qoca yana, çəlləyin dəmir çəmbəri kimi titrək kişi səsi eşidildi. Xarab oldu, itirdim, ah, gözəl göyçək səsimi mən, yad bağlarda gəzə-gəzə, acı meyvə yeyəndən. Kefdəyi, ay xeyirxah adamlar, bir bu qoyun ətinin də dadına bax. Əlini kənara çək, odur ey, ərin baxır. Öpüşsünlər. Ora bax, sağdış keflənib, gör yengəyə necə qulluq edir. Hə, yox, sən bizə qoyun əti vermə. Bəlkə mən cökə balıq yeyəcəm. Yeyəcəm də, o yağlıdır. Ay proşka kirvə, gəlsənə at üstü içək. Lap iliklərimi yandırdı. Semyon Gordeyiç. Hə, Semyon Gordeyiç. Rədd ol başımdan. Mətbəxin döşəməsi əyilib yırğalandı. Çəkmələrin dabanları tappıltı saldı. Bir stəkan diyirlənib düşdü. Onun cingiltisi ümumi haykü içində batdı. Qriqori stol arxasında oturmuş adamların başı üstündən mətbəxə baxdı. Orada qadınlar uhuldaya-uhuldaya, ciyildəşə-ciyildəşə dövrələmə rəqs edirdilər. Onlar iri yanbızlarını əstirir, arığı yox idi. Hərəsi 5-7 tumanı bir-birinin üstündən geymişdi. Krujevalı dəsmalları yelləndirir, rəqs edə bir-birinin qoluna girirdilər. 3 cərgə dilli qarmonun səsi qulaqları dəlirdi. Barmaqlarını ara bir yoğun pərdə dillərində gəzdirən qarmonçu kazakça rəqsi çaldı. Halaylama, durun, halaylama. Petro çox oynamaqdan taqəti kəsilmiş qadınların qarınlarından basıb geriyə itələyərək yalvarırdı. Hörmətli qonaqlar, biraz dala durun. Əhvalı yaxşılaşmış Qriqori Natalyaya göz elədi. Bax, indicə Petro kazakça rəqsinə başlayacaqdır. O kiminlə oynayacaq? Görmürsən, sənin ananla. Lukiniçina əllərini belinə vurdu. Sol əlində yaylıq vardı. Hə, başla görək, yoxsa mən. Petro xırda yerişlə ona yaxınlaşdı. Çox qəşəng diz vurdu. Yerinə qayıtdı. Lukiniçina gölməçə üstündən hoppanmağa hazırlaşan adam kimi tumanını dəstələyib azca qaldırdı. Ayaq pəncəsi ilə yeri tappıldatdı və adamların tərifli hayküyü altında ayaqlarını kişi sayağı ata-ata oynamağa başladı. Qarmonçu qarmonu zilə qaldırdı. Xoş ahəng bulaq kimi çağladı. Bu zərif və incə ahəng Petronu yerindən dərbətdi. O, eləyib bığlarının ucunu dodaqları arasına aldı. Sallağı oturub uzunboğaz çəkmələrinin quncunu şappıldada-şappıldada şıdırğı rəqs etməyə başladı. O, dizlərini bükür, ağır ayaqlarını oynadır, tərli teli alnında atılıb düşürdü. Qriqori qardaşının necə oynadığını görə bilmirdi. Qapının ağzına yığışmış adamların kürəkləri buna mane olurdu.
O yalnız yanan küknar ağacının çıtırtısını andıran dabanın nallı çəkmələrin tappıltısını, bir də sərxoş adamın beyinə işləyən qışqırığını eşidirdi. Axıra yaxın Miron Qriqoryeviç İliniçna ilə oynadı. O, bütün işləri gördüyü kimi səliqə ilə və ciddi rəqs edirdi. Panteley Prokofyeviç kətlin üstünə çıxmışdı. Topal ayağını yellədir, dilini marçıldadırdı. Ayaqları əvəzində onun dincilik bilməyən dodaqları və qulağındakı sırğa rəqs edirdi. Mahir rəqs edənlər də, dizlərini əməlli bükməyi bacarmayanlar da kazakça rəqsi oynayırdılar. Hamı ağız-ağıza verib qışqırırdı. Adımızı batırma ha! Xırda doğra, ah səni! Ayaqdan yüngüldür, amma yambızları qoymur. Döşə, gözünə dönüm, döşə! Bizimkilər onlara dov gəlir. Cəld oyna, yoxsa dədəni yandıraram. Yoruldum əclaf, oyna, yoxsa şüşəni başına çırparam. Bərk keyflənmiş Qrişa baba taxtın üstündə onunla yanaşı oturmuş kişinin enli kürəyini qucaqlayıb, qulağının dibində mığmığa kimi vızıldayırdı. Neçənci ildə and içmisən? Onunla yanaşı oturan qoca palıd kimi beli bükülmüş kazak əlini yellədə-yellədə gur səslə dedi. 39-cu ildə oğlum. Neçənci, hə? Deyə Qrişa baba qırış-qırış qulağını ona yaxınlaşdırdı. Sənə dedim ki, 39-cu ildə. Bəs kimlərdənsiniz? Hansı xutordansınız? Baklanov polkunun vaxmisteri Maksim Bogatryovam. Özüm də Krasny Yar xutorundanam. Melexovlarla qohumsunuz? Nə dedin? Qohumsunuzmu deyirəm? Hə, onların babasıyam. Baklanov polkundansan, hə? Qoca sönük gözləri ilə Qrişa babaya baxır, çeynəyə bilmədiyi tikəni dişsiz ağzında dolandırır, deyilənləri başı ilə təsdiq edirdi. Deməli, Qafqaz müharibəsində olmusunuz? Allah rəhmət eləsin. Mərhum Baklanovun özü ilə birlikdə qulluq eləmişəm. Qafqazı istila edirdik. Polka handa bir kazakı götürürdülər. Boyu yalnız qvardiya polkunda tələb olunan qədər hündür, lakin cüssəli, qolları uzun, kürəkləri enli adamları götürürdülər. Elə kişilərin kürəklərində indiki kazak köndələninə uzana bilərdi. Bax, oğul, belə adamlar var idi. Zati aliləri rəhmətli general məni Çelencik avlunda düz 1 saat qamçı ilə döydürdü. Mən isə Türkiyə müharibəsində olmuşam. Hay, olmuşam. Qrişa baba quruyub taxtaya dönmüş döşünü qabağa verdi. Georgi ordenlərini cingildətdi. Dediyim avlu biz səhər açılanda tutduq. Günorta çağı isə şeypurçu təhlükə siqnalı çaldı. Rus çarına biz də qulluq eləmişik. Roşiç yaxınlığında vuruşma oldu. Bizim 12-ci Don Kazak polku onların yeniçəriləri ilə vuruşdu. Qrişa baba dediklərinə qulaq asmayaraq Baklanovçu sözünə davam etdi. Şeypurçu təhlükə siqnalı çaldı. Qrişa baba acıqlandı, qızışdı və əlini yellədib dedi. Onların yeniçəriləri bizim atamançı kazaklar kimi bir şeydir. Bəli, onlar da öz padşahlarına qulluq edirlər. Başlarına da bir cür ağ torba bağlayırlar. Hay, hə, başlarında ağ torba olur. Mən qulluq yoldaşıma dedim. Timoşa, bu o deməkdir ki, biz geri çəkiləcəyik. O divardakı xalçanı çək çıxart. Həftə bazarında satarıq. 2 Georgi ordenim var. Döyüşlərdə qəhrəmanlıq göstərdiyimə görə təltif olunmuşam. Türk mayorunu diri-diri tutub əsir gətirmişəm. Qrişa baba ağladı və taxta kimi quru yumruğunu Baklanovçu babanın yekəpər və enli kürəyinə döşədi. Baklanovçu baba isə əlindəki toyuq əti kisəsini qıtıq-otu şirəsi əvəzinə albalı kiselinə batırdı. Üstünə ərişdə tökülmüş süfrəyə küt nəzər saldı. Çuxura batmış ağzının ucunda dedi. Gör ha, oğul, şeytan görməli necə azdırıb günah iş gördürdü. Babanın gözləri ölü gözü kimi süfrədəki ağ qırışlara zillənib qaldı. O, sanki üstünə araq və bişmiş ərişdə tökülmüş süfrə deyil, qarla örtülmüş parlaq zirvələri göz qamaşdıran Qafqaz sıradağları görürdü. Mən o vaxta kimi bir dəfə də olsun başqasının şeyini götürməmişdim. Bəzən Çərkəz aulunu tuturduq. Evlərdə kefin istəyən mal dövlət var idi. Ancaq mən heç vaxt buna tamaslanmırdım. Özgə malı haramdı, yəni mundardı. Ancaq bir dəfə şeytan saqqızımı oğurladı. Dediyim o saçaqlı xalçanı gözüm tutdu. Fikirləşdim ki, bu xalçadan at üçün yaxşı çul olar. Belə əhvalatlar bizim başımıza da az gəlməmişdir. Dənizin o tayındakı məmləkətlərdə mən də olmuşam, deyib Qrişa baba qonşusunun gözlərinin içinə baxmaq istədi. Amma onun dərində olan göz çuxurları alaq basmış xəndək kimi idi. Saqqalı ilə çəngə-çəngə sallanmış ağ qaşları arasında itib batmışdı. Qrişa baba çox çalışdı, amma müsahibinin gözlərini tapa bilmədi. O, vəziyyəti belə gördükdə hiləyə əl atdı.
Müsahibinin diqqətini söhbətin ən maraqlı yerinə cəlb etmək üçün heç bir hazırlıq aparmadan əhvalatın ortasından danışmağa başladı. Yasavul Tertsintev belə komanda verdi. Vızvod dəstələri ilə çaparaq. Arş, arş. Baklanovçu Kazak şeypur səsindən qulaqlarını şəkiləyən döyüş atı kimi başını dikəltdi. Yekə yumruğunu stolun üstünə endirərək pıçıldadı. Baklanovçular, nizələri qaldırın, qılıncları siyirin. Bu zaman onun səsi birdən-birə ciddiləşdi. Tutqun göz bəbəkləri işıldadı. Qocalığın söndürdüyü atəşlə alovlanıb şölələndi. Baklanovçular, igidlər, deyə bağırdı. Saralmış dişsiz damağı göründü. Hücuma, arş, arş. O, Grisha Kababanın üzünə həm mənalı-mənalı, həm də cavan nəzəri ilə baxır və çənəsini gizişdirən göz yaşlarını arxalığının çirkli qolu ilə silirdi. Grisha Kababa da canlanmışdı. Hə, bizə belə komanda verdi və qılıncını havada oynatdı. Atlarımızı çapdıq, yeniçərilər də bax bu cür. O, süfrədə barmaqları ilə yarımçıq bir dördbucaq şəkli çəkdi. Nizama düzülüb bizə atəş açdılar. Onlara 2 dəfə hücum etdik. Hər 2 dəfə də bizi geri oturtdular. Birdən onların süvariləri qəflətən cinahdan, meşədən çıxdılar. Bizim yüzbaşı komanda verdi. Biz sağ cinahdan irəliləyib təzədən sıraya düzüldük və onların üzərinə atıldıq. Zərbə endirdik. Onları əzişdirdik. Kazakların qabağında hansı süvari dura bilər? Elədir ki, var. Onlar atlarını çapıb meşəyə qayıtdılar. Ulaşmağa başladılar. Gördüm ki, onların qara at minmiş bir zabiti budur, qabağımdan keçir. İgid zabiti idi. Qaraca bığları aşağıya sallanmışdı. Hey dönüb mən tərəfə baxır, tapançasını qabından çıxarırdı. Tapança qabı isə yəhərə bağlı idi. Mənə bir güllə atdı. Dəymədi. Mən bu zaman atı dəhmərlədim, onun dalınca düşdüm. Özümü ona yetirdim. İstədim onu qılıncla çapım. Ancaq bu niyyətimdən daşındım. Axı necə də olsa adamdır. Mən sağ əlimi atıb bax beləcə, köndələnə onun belindən yapışan kimi o yəhərdən yıxıldı. Əlimi dişləm elədi. Ancaq mən onu hər halda tutdum. Grisha Kababa vüqarla müsahibinə baxdı. Onun yekə başı döşü üstə sallanmışdı. Bu hayküydə o rahatca xoruldaya-xoruldaya yatırdı.